Dostlar salam. Bu videoda mən sizə Excel VBA-də user formlarda filtrasiya prosesi necə baş verir, bunu necə etmək olar və bu bizə nə qazandırır, bunlar haqqında danışmağa çalışacağam. Dostlar, hal-hazırda görmüş olduğunuz bu pəncərədə bir user form var. Bunun user formun template var. Əgər mən bunu run etsəm və bu yəni user form run edildikdən sonra fikir versəniz, bir list toplanır. Hansı ki bu işçilər listidir. Yəni işçilərlə bağlı və onların məlumatları ilə bağlı olan bir listdir. Hansı ki dostlar, bizim istifadəçimiz bu listdən istifadə edərək müəyyən prosesləri icra edə bilər. Yəni ona verdiyimiz səlahiyyət çərçivəsində. Lakin bundan əlavə dostlar, bizim bu videoda danışmaq istədiyimiz məsələ, əgər bu list daha uzun və ya daha qısa ola bilərdi, xüsusilə də uzun olan, daha böyük olan bir listlərdə məlumatın axtarılması, tapılması biraz vaxt alıb aparacağı üçün və istifadəçi tərəfdən çətinliklə qarşılaşacağı üçün biz onlar üçün, istifadəçimiz üçün müəyyən bir filtrasiyaları burada tətbiq edə bilərik. Hansı ki dostlar, bu user formda fikir versəniz, yuxarı bölmədə hər bir sütunun yəni üst tərəfində müəyyən filtrasiya üçün bölmələr qurulmuşdur. Misal üçün bizim istifadəçimiz əgər ancaq kişiləri və ya ancaq qadınları görmək istəyirsə bu listdən, bu zaman dostlar tək-tək baxmaq əvəzinə misal üçün buradan istifadə edərək ancaq kişiləri və yaxud da ki, ancaq qadınları və yaxud da ki, hər birini, hamısını yəni bütöv şəkildə görə bilər. Baxın dostlar, bu proses yəni bizim üçün filtrasiya sayılır. Eyni vaxtda mail seçimi edərək və həmçində ikili filtrlər tətbiq edə bilər. Yəni birdən artıq filtr eyni vaxtda tətbiq edə bilər. Departament olaraq isə misal support departamentini seçə bilərik və onun da içərisindən misal üçün hər hansı bir salarisi müəyyən bir məbləğdən yuxarı olanları da bu şəkildə filtrləyə bilərik. Və fikir versəniz dostlar, bir və ya birdən artıq dənə yəni biz filtri tətbiq edə bilirik və bu da istifadəçi tərəfdən dostlar çox xoş qarşılanan bir mənzərə olacaqdır və təbii ki də istifadəçi bundan istifadə edərək öz axtarışını və ona lazım olan məlumatı daha sürətli bir şəkildə tapıb da ortaya çıxaracaq və onun üzərində müəyyən prosesi icra edəcəkdir. Dostlar, bu videoda mən bu prosesə necə gəlmək olar, hansı ki ən başdan, ən təməldən, ən sıfırdan, ən axırıncı nöqtəyə qədər bütün kodlamaların hər birini bərabər bir şəkildə edib də bu prosesi ortaya çıxaracaq. Dostlar, o zaman gəlin kodlama hissəsinə başlayaq. Ümumiyyətlə, bu video üçün həmin user formu mən burada hazır şəkildə saxlamışam, artıq hazır bir şəkildə əlavə etmişəm. Hansı ki, bütün üzərində olan kontrolsların hər birinin də adlandırmalar edilmişdir. Sadəcə bizim üzərimizə düşən bu user formun, necə deyərlər, run edildikdən sonraki proseslərin hər birinə baxaq. Dostlar, ümumiyyətlə, belə bir məsələ var ki, bizim məlumatlarımız aydın məsələdir ki, vahid bir nöqtədə toplanmışdır. Hansı ki, workbook-un bir səhifəsində və müəyyən rangelər üzərində toplanmışdır. Hansı ki, biz bayaqları sizə göstərmiş olduğum filtrdə, ya da user formda, hansı ki, listin içərisinə biz məlumatlar doldurmuşduq. O məlumatlar hansı ki, bir səhifədən toplanır. Biz də eyni qaydada dostlar, həmin məlumatları eyni qaydada bu səhifədən götürəcəyik. Lakin dostlar, bu səhifədən olan məlumatları necə gəldi və yaxud da ki, ənənəvi qaydada götürməyəcəyik təbii ki də. Bu prosesi biraz daha sürətli etmək və daha düzgün etmək məqsədi ilə biraz fərqli bir üsullara deməli əl atacağıq. Bu da dostlar, fərqli üsul dedikdə də biz bu videoda təbii artıq bizim deməli class modul dərslərimiz artıq yekunlaşıbdır. Hansı ki, həm bunu YouTube kanalımızda, həmçinin LinkedIn profilimizdə bunu görə bilərsiniz. Bu səbəbdən elə bu videonun özündə də bu prosesi daha sürətli və daha professional etmək məqsədi ilə biz class modullardan istifadə edəcəyik. Yəni ki, dostlar, burada görmüş olduğunuz bu siyahıya bir obyekt kimi yanaşacaq, hər bir sətrinə bir obyekt kimi yanaşacaq və onları obyektləşdirdikdən sonra biz onları istifadə edəcəyik və dostlar, bizim ilkin deməli var addımımız bu olacaqdır və daha sonra bu obyektləşdirmə işi bitdikdən sonra isə artıq user form bölməsinə keçid edəcəyik. Dostlar, o səbəbdən bəri başdan demək istəyirəm ki, əgər sizdə class modul dərslərinə baxmamısınızsa və ya class moduldan anlayışınız yoxdursa, bu videonun geri qalanına artıq baxmağa ehtiyacı yoxdur deyə düşünürəm. Əks təqdirdə class modul məsələsi biraz ağır ola bilər. Dostlar, o zaman gəlin artıq başlayaq. Dostlar, bunun üçün VBA pəncərəmə gəlirəm və burada bir ədəd yeni bir
class modul əlavə edirəm. Dostlar, class modul bizdə burada nə işə yarayır? İlk öncə onun haqqında danışmağa çalışaq. Hansı ki bizim deməli VBA, daha doğrusu Excel'in workbook üzərində, yəni range üzərində olan bir datamız var, bir məlumat bazamız var. Dediyim kimi bu daha böyük ola bilər, ya da ki daha kiçik ola bilərdi. Biz burada olan məlumatların hər birini və xüsusilə də hər bir sətrini bir obyekt olaraq görməliyik. Hansı ki, dostlar, həqiqətən də buna əgər hər birinə bir obyekt kimi yanaşası olsaq, yəni bir person obyekti kimi, bir insan obyekti kimi yanaşası olsaq, həqiqətən də bu bir sətirdə olan məlumatların hər biri bir insana xas olan bir məlumatlardır. Hansı ki, məsələn, bir Angel adında bir işçinin ID-si, onun hansı Türkiyə departamentdə işlədiyi, hansı vəzifəyə, deməli, vəzifədə işlədiyi, hansı səlarisi aldığı və digər məlumatların hər birini bir sətirdə görə bilirik. Demək ki, dostlar, biz artıq class modul anlayışında elə bir class düzəltməliyik ki, bu class, yəni bir blueprint olaraq, bir çertiyoj olaraq bir dənə insanı deməli təmsil etməlidir. Dostlar, artıq biz class modul dərslərindən bilirik ki, bir class düzəldərkən, bir class yaradarkən klassa əlavə etdikdən sonra təbii ilk öncə ona bir ad verək. Bu olsun bizim üçün CLS person, yəni class person klası olsun bizim üçün və onun member variable'larını əlavə etmək lazımdır. Dostlar, hansı ki member variable anlayışı bizim obyektimizin nə olduğu, hansı xüsusiyyətlərə malik olduğunu bəlli etmək üçün istifadə olunan bir anlayış, bir yanaşmadır. Hansı ki, dostlar, adı üstündə CLS person demişik, yəni class person demişik. Bir person nədən ibarətdir dedikdə və ya ki, bir person dedikdə, bir insan dedikdə nə ağlımıza gəlir sualını versək, dostlar, təbii ki də bir çox şey alma gələr, lakin bizim dataya əsasən deyə bilərik ki, bizim personumuzun ID-si, full name, gender, department, position və salary'si bizim üçün bir personu yaradan amillərdir. O səbəbdən, dostlar, gəlirik burada həmən member variable'larımızı əlavə etməyə. Dostlar, member variable'ları əlavə edərkən biz OOP-nin 4 prinsipindən biri olan encapsulation qaydasından deməli istifadə edəcəyik. Hansı ki, encapsulation qaydasına əgər belə çox qısa da olsa təkrar etmək gərəkirsə, bütün member variable'larını gizli saxlayacağıq və onlara əlçatanlığı müəyyən bir propertilər vasitəsilə edəcəyik ki, hətta və hətta onları kontrol altında saxlaya bilək. Və dostlar, private m id as bir string olaraq ilk deməli member variable'ını əlavə edirəm. Və bunu həmən ardınca m full name. M dedikdə burada dostlar söhbət member'ın m-indən gedir. As bir string kimi, həmçinin private m burada gender as bir string kimi olsun və private m department as bir string kimi və həmçinin private m position as bir string kimi və ən sonunda isə m salary as bir double kimi bizim qarşımızda dayansın. Və dostlar, baxın, bu yazmış olduğumuz bütün member variable'lar bizim üçün yəni bu obyektin əsas xüsusiyyətləri, əsas deməli onu ehtiva edən məsələlər sayılır. Yəni ki, biz bir person dedikdə ən azından ID-sindən salarysinə qədər bunların hər biri bunda olmalıdır. Dostlar, sanki siz nə kimi başa düşmək olar? Yəni biz bir işçi götürməyə çalışırıq öz işçimizə, yəni öz şirkətimizə, onun adı familiyası olmur və ya ki, onun bir fin kodu olmur. Bu necə absurd bir anlayışdırsa, bu da onun kimi dostlar, member variable'ların birinin olması və ya ki, nəsə əksikliyi olması bu səbəbdən class modulun və ümumiyyətlə bu obyekt anlayışına zidd gedən məsələlərdən sayılacaqdır. Və dostlar, bunu etdikdən sonra təbii ki də bunların hər biri fikir versəniz private'dır. Yəni mənim birbaşa bu member variable'lara əlçatanlığım yoxdur. Bu səbəbdən biz bunu ətrafa, kənara əlçatan olması üçün mütləq şəkildə bir proses icra etməliyik. Dostlar, bu da class modulda property anlayışı sayılır. Property deyəcəm, public bir property deyəcəm və bunu ilk dəfə let eləyəcəm. Let id və id olaraq da, yəni bir argument olaraq da string əlavə etməliyik. Dostlar, burada artıq bu adi bir subprosedür kimi başa düşüləsi olsa, sadəcə property olduğu üçün və let anlayışına malik olduğu üçün bu let nə deməkdir? Hansı ki, mən bu id adında olan bir propertydən və let xüsusiyyətindən istifadə eləyərək bu member variable'a kənardan gələn bir məlumatı mənimsətməyə çalışacağım. Dostlar, deyəcəm ki, mid bərabərdir kənardan göndərilən id. Dostlar, necə ki, bunu etməkdəki məqsədimiz odur ki, bizim member variable'ımız encapsulation qaydasında private olduğu üçün və buna birbaşa əlçatanlıq olmadığı üçün biz bunu kontrol altında saxlamaqdan ötürü property let metodundan yəni istifadə edirik public olaraq. Eyni qaydada bu məlumatı geriyə
biz oxumağı da bacarmalıyıq. Yəni ki, bu necə ki let etdiyi kimi bunu get edə bilməliyik. Bu səbəbdən public property yazacağıq və get deyək və get dedikdən sonra yenə eyni qaydada ID, geriyə isə bir function oldu. Yəni geriyə bir dəyər qaytardığı üçün function kimi bu da bir tipə malik olmalıdır və ID bərabərdir MID yaza bilərik. Və dostlar, baxın, bu yazdığım property sadəcə bir member variable üçün deməli təyin olunan məsələlərdəndir, propertilərdən sayılır, hansı ki mən bundan istifadə eləyərək, yəni bu propertilərdən istifadə eləyərək member variable, private olan member variable MID-ni həm ona hər hansı bir məlumatı da mənimsədə bilərəm, həmçinin də o member variable-da olan onun özündə tutduğu hər hansı bir məlumatı eyni qaydada geriyə get də eləməyi bacara bilərəm. Dostlar, bundan sonra artıq bu propertiləri digərləri üçün də yazmağa başlayaq. Sonra bütün propertilərimizi əlavə etdik. Bu şəkildə ID-dən etibarən salary-yə qədər bütün propertiləri eyni xüsusiyyətdə, eyni xarakterdə deməli əlavə etdik. Dostlar, təbii yenidən demək gərəkirsə, propertilərin bu şəkildə əlavə edilməsi bizə nəyi qazandırır? Xüsusilə də bu propertilərə hansı bir məlumatın əlavə edilməsində müəyyən kontrolları etməyə yarayır. Misal üçün, bir dənəsini test olaraq və təkrar olaraq demək istəyirəm. Misal üçün, mən bir ID əlavə etmək istəyirəm. Təbii ki də hər bir şəxsin bir ID-si olması mütləq olduğu üçün bu ID burada boş ola bilməz. Bu səbəbdən if ID, yəni göndərilən ID əgər boşluğa bərabərdirsə, misal üçün bu bir dənə error deməli ortaya çıxarsın və prosesi dayandırsın. Hansı ki dostlar, bu artıq bizim kod blokumuz bura gəldi çatdığı zaman və ID-nin boş olduğunu gördüyü zaman artıq digər prosesləri icra etməyəcəkdir. Bu da bizim proqramımız üçün daha güvənilir bir yol sayılır. Yəni ki dostlar, buradakı propertilərin əsas məqsədi budur. Əks təqdirdə kimdəsə sual yarana bilərdi ki, yəni biz zaten birbaşa bunu public etsək də biz bu işi görə bilərdik. Yəni birbaşa public eləyək və biz bunu icra eləyək. Təbii ki də o da bir üsuldur. Lakin dostlar, dediyim kimi encapsulation qaydasında, yəni kapsullaşdırma qaydasında propertilərdən istifadə etmək daha məntiqli, daha deməli rəğbət görən bir məsələlərdən sayılır. Dostlar, bu salesperson hansı ki bir yəni obyekti yəni təmsil etməsi üçün istifadə olunurdu və bundan sonra isə dostlar biz artıq bir yox, birdən çox artıq personu özündə tutmağı bacaran bir class moduldan danışacağıq. Dostlar, hansı ki bu nə deməkdir? Hansı ki biz bir person, yəni sales person yaratdığımız zaman bu burada olan bir sətri ehtiva etməsi üçün və ya ki bir sətri ifadə etməsi üçün biz onu yaradırıq. Lakin dostlar, bizim artıq burada bir dənə sətrimiz yoxdur ki, düzdürmü? Bundan yəni birinci sətirdən başqa yəni sətirlər və toplamda 20 dənə bizim burada işçimiz var. O deməkdir ki, biz gərək burada 20 dənə sales persondan yaradaq və yaxud da ki, dostlar, biz elə bir şey etməliyik ki, bu 20 dənə sales personun hər biri bir dənə bir ambarda mı deyim və ya ki, bir dənə bir siyahının içərisində toplanmış olsun. Elə dostlar, ambar sözündən yola çıxaraq mən burada bir class modul əlavə edəcəm və bu class modulun adına person, yəni sales person repository adında bir adlandırma edəcəm. Dostlar, bunun məqsədi odur ki, bu sales person repository hansı ki bütün personların hər birini özündə tutmalıdır. Yenidən demək gərəkirsə dostlar, biz burada yəni bir sales person yaratdığımız zaman bu bir ədəd personu özündə tutmaq qabiliyyətinə malikdir, tamam. Çünki mən burada fikir versəniz, private MID as string kimi bir dəyişən tanımlamışam. Yəni bir member variable olsa belə, yəni adına member variable deməyimə baxmayaraq, onun özü də yəni günün sonunda bir dəyişəndir və dəyişənin xassəsi də odur ki, özündə toplamda bir ədəd dəyəri saxlasın. Dostlar, o səbəbdən bu bir ədəd dəyəri saxlayıbdır. Lakin mən artıq elə bir şey etməliyəm ki, bu sales personlar toplansın və hər biri özündə bir dəyər saxlamağına baxmayaraq, lakin 20 dənə orada olan işçimizin hər birinin məlumatı bir nöqtədə toplanmalıdır. Dostlar, bu da bizim üçün daha doğrusu sales person repository klassında toplanacaqdır. Lakin dostlar, sales person repozitorinin özü də eyni qaydada bir klass olduğu kimi və necə ki digər klasslarda olduğu kimi özünə xas müəyyən xassələri də var, lakin oxşar tərəfləri də var. Oxşar tərəflərindən biri odur ki, bu məlumatları necə ki mən bir ədəd məlumatı dəyişənlər üzərində saxlayırdımsa, artıq dostlar birdən artıq məlumatı biz VBA-də misal üçün arraylər içərisində saxlamağı bacarırıq. O səbəbdən dostlar, mənim burada təyin edəcəyim member variable person array adında bir member variable olacaqdır. Lakin bu adı üstündə bir array olacaqdır və ən önəmli məqam isə bu hansı tipdən olmalıdır. Dostlar, aydın məsələdir ki, mən
əgər integer tipli dəyərlər saxlasam, string tipli dəyərlər saxlasa idim, bu zaman bunun dəyəri və yaxud ki, bunun tipi string və yaxud ki, integer olardı. Lakin mən artıq burada nə string, nə double, nə integer saxlamıram. Mən burada person tipindən olan dəyərlər saxlayacağam. O səbəbdən də yəni bunun tipi də olacaqdır bizim üçün CLS person. Baxın dostlar, CLS daha doğrusu bəli, CLS person repository'nin deməli o member variable ilk öncə bizim üçün person array sayılır. Hansı ki, bu person array daxilində biz CLS tipindən olan müəyyən məlumatları deməli saxlamalıyıq. Yaxşı dostlar, biz bəs bunun içərisinə müəyyən məlumatları necə toplayaq? Baxın, əsas məsələ də burada başlayacaqdır. Hansı ki, repository klassla yəni xas olan bir məsələ var ki, o da klassın özünün müəyyən bir eventları var. Eventlarından biri, misal üçün, class initialize eventıdır. Hansı ki, dostlar, class initialize eventı bu person repository'si çağırıldığı zaman, ona müraciət edildiyi zaman və yaxud ki, onun obyekti yaradıldığı zaman birbaşa avtomatik olaraq işə düşən bir prosesdir. İndi məsələ budur ki, dostlar, biz bundan necə istifadə edəcəyik? Biz bundan elə bir yerdə istifadə etməliyik ki, biz bu repository zaten klassını çağırdığımız zaman və ya ki, bunun obyektini çağırdığımız zaman bu person array'in içərisində bütün bu 20 dənə görmüş olduğunuz məlumatların hər biri bunun içərisində toplanmalıdır. Çünki zaten dostlar, məntiqən bizim məqsədimiz də o deyilmi? Mən repository klassına, yəni bir ambara müraciət etdiyim zaman ambarda olan məlumatların hər biri yerində olmalıdır ki, mən əl çatanlığım yəni olsun. Əks təqdirdə mən ambara müraciət eləsəm, mal materialın biri başqa bir yerdə, biri başqa bir yerdə olsa, o artıq mənim üçün ambar xüsusiyyətindən çıxacaq, düzdür? O səbəbdən burada da eyni məntiqdən yəni istifadə edə bilərik. Biz burada artıq person array-yə və ya ümumiyyətlə person repository deməli müraciət etdiyimiz zaman artıq person array-in içərisində məlumatlar toplanmalıdır. Baxın dostlar, elə bu səbəbdən mən müraciət etdiyim zaman, nə bilim, person repository çağırıldığı zaman sözləri əslində class initialize subprosedurundan və ya da ki, bu eventından deməli söhbət gedir. Yaxşı dostlar, o zaman gəlin person array-in içərisinin doldurması üçün bir ədəd subprosedur deməli təyin edək. Bunun üçün private sub deyəcəm və fill list deyəcəm və bundan sonra artıq biz deməli elə bir məsələ, artıq bunun içərisində elə bir proseslər yazacağıq ki, bu birbaşa bu fill list, yəni person array-in daxilinə müəyyən bir məlumatları toplayacaqdır. Dostlar, ilk öncə belə bir anlayış deməli gətirməliyik. Hansı ki, bizim məlumatların hər biri müəyyən bir range üzərində yatır. Dostlar, müəyyən bir range üzərində yatmaq o deməkdir ki, bizim ilk öncə məlumatların hər birini buradan götürməliyik. Lakin dostlar, məsələ budur ki, biz burada tək-tək belə deyək, ilk öncə bütün rangelərə müraciət etməməliyik. Bunu toplu şəkildə götürməliyik. İkincisi isə dostlar, biz bunları artıq tək-tək dəyər olaraq bunlara baxmayacağıq. Hansı ki, bu hər bir sətir, bunların hər bir sətri bizim üçün bir obyekti ifadə etməlidir. Yəni ki, dostlar, bu bir person bir obyekti, bu person 2 obyekti və bu şəkildə 20 dənə obyekti biz həmin array-in içərisinə toplamalıyıq. Dostlar, bunun üçün ilk öncə dim.lr as bir long kimi bir ədəd last row-nu bildirən. Hansı ki, last row-nu niyə eləyirəm? Çünki dostlar, bu dinamik bir cədvəldir, artıb azala bilər. O səbəbdən avtomatik bir şəkildə last row-yu tapmalıdır və last row deyəcəm, last row və burada sheet 1 deyək, təbii sheet 1 oldu, self rows count deyəcək son sətr tapmaq üçün və burada end xl up nöqtə row deyəcək. Dostlar, bu bizim son sətrimizdir. Lakin bu son sətirdən əvvəl mən bu məlumatları birbaşa götürməyim üçün, çünki əks təqdirdə hər bir sətir üzərində dənə-dənə addımlayıb bunları götürmək istəmirəm. Toplu şəkildə mən bunu bir array-in daxilinə götürsəm və bunu array daxilindən bu məlumatları çatası olsam, bu mənə performans cəhətdən daha üstünlük qazandırır. Çünki dostlar, bilindiyi kimi, yəni mən əgər tək-tək bu dəyərlər üzərində addımlayıb bunları əldə etmək istəsəm, ilk öncə bu worksheet-ə, onun içərisindəki range-ə, onun içərisindəki dəyərə müraciət etmək deməkdir. Bu da bizim üçün performans cəhətdən daha yəni az performans, daha aşağı bir performans göstərmək deməkdir. O səbəbdən mən burada dim.r bir array, içi boş olan heç bir initialize edilməmiş bir array təyin edirəm və bundan sonra as bunu tipini variant olaraq qeyd edəcəm. Çünki dostlar, variant olaraq niyə qeyd edirəm? Çünki variant o deməkdir ki, burada baxın, həm integer dəyərlər var, həm string dəyərlər var və başqa dəyərlər ola bilərdi və bu səbəbdən sırf artıq burada variant etməyimiz bizim üçün daha uyğundur. Dostlar, bu array-in içərisinə artıq birbaşa sheet 1-dən gələn və range A2-dən. Dostlar, niyə A2? A2 başlanğıc bura olduğu üçün A2 deyirəm və son sətr isə haradadır dostlar? F
F21'də. Dostlar, F21 isə burada artıq gəlib də əlimlə F21 yazmağıma ehtiyac yoxdur. Bunun əvəzinə last row bizə həmin o 21-i zaten geri qaytaracaqdır. Və dostlar, bu array daxilinə artıq bizim məlumatlarımız toplanacaqdır. Hətta dostlar, gəlin, bax, işin bu hissəsinə qədər nə baş verir? Yəni ki, bu məlumatlar bu array daxilinə düzgün götürülürmü və necə götürülürmü? Bir onlara baxmağa çalışırıq. Bunun üçün bir ədəd modul əlavə edəcəm və bunun içərisində private sub test olaraq əlavə edirəm bir subprosedur və burada deməli içərisinə həmən dim repo deyək as bir CLS person repository, həmçinin repo bərabərdir new CLS repository person repository olaraq əlavə edək. Və dostlar, baxın indi təbii burada unutmadan locals pəncərəsini açaq ki, bütün prosesi, yəni locals pəncərəsi üzərində də görək. Baxın, F8 ilə debug rejimində addımlayıram. Baxın dostlar, gəldik, class, yəni obyekti yaradıldığı anda initialize metodu işə düşdü, fill list dedi və dostlar gəlirəm. Baxın dostlar, arr, yəni hansı ki bizim təyin etdiyimiz bu array hələ ki içərisi boşdur. Həmçinin person array'in özü də içərisi boşdur. Və dostlar, baxın, array'in üzərinə gəldiyi zaman və üzərindən bir addım keçdikdən sonra baxın, bayaq boş olan array artıq 1-dən 20-yə qədər, baxın, yenidən göstərirəm, 1-dən 20-yə qədər dolduruldu və həmçində 1-dən 6-ya qədər ikinci bir ölçü verildi. Dostlar, 1-dən 20-yə və 1-dən 6-ya qədər doldurulmaq nə deməkdir? 20 dənə sətir və 20 dənə 6 dənə sütundan ibarət olduğunu bu şəkildə görə bilərsiniz. Həmçinin dostlar, array'in daxilini açdığımız zaman isə eyni qaydada 20 dənə sətrin və 6 dənə sütunun olduğunu da hər bir içərisində olan indekslərdən görə bilərik. Baxın dostlar, indi burada bir incələmə aparaq. Hansı ki, array'in birinci indeksi və birinci indeksində olan dəyər 1-dir. Sonra ikincisi angel, male, legal və digər bu məlumatların hamısını burada görə bilərsiniz. İndi dostlar, baxın, bu məlumatlar uyğunu ilə bir sətirdə olan məlumatları ehtiva edir. Yəni ki, mənim bu array'imdə olan bax bu bir dənə indeks əslində mənim siyahımın bir sətrini ifadə edir. Artıq mən bu sətirdən, bir sətirdən istifadə edərək bax bu hər bir sətri artıq obyektləşdirə bilib də bunların hər birini person daxilinə toplaya bilərəm. Dostlar, gəlirəm yenidən burada nə iş görməyə. Artıq biz həmin bu array üzərində addımlamağı və hər bir sətrində olan məlumatı öz obyektimizə, daha doğrusu obyektləşdirib öz array'imizə əlavə etməyi mütləq şəkildə bilməliyik. Və dostlar, gəlirəm bunun üçün ilk öncə for L-bound R deyəcəm və to U-bound R-dən istifadə edəcəm. Dostlar, niyə U-bound və L-bound-dan istifadə etdim? Çünki bu dinamik bir artıq array olacağı üçün, yəni artıq azalması olduğu üçün bunu bu şəkildə L-bound olmasa belə ən azından U-bound-dan istifadə etmək düşünürəm ki, daha yaxşı bir variant, daha performans cəhətdən daha düzgün bir variant olacaqdır. Və dostlar, bundan sonra hər bir addım üzərində, yəni hər bir indeks üzərində addımlayıb məlumatları çatacağıq. Lakin dostlar, bu məlumatları harada istifadə edəcəyik və nəyin içərisinə qoyacaq? Baxın, əsas məsələ buradır. Bu da necə təyin olunacaqdır dostlar? Hansı ki, bizim CLS person repozitorimiz var, daha doğrusu CLS person klassımız var. Bu klassın, yəni bir obyektini yaradıb, həmin obyektin məlumatları ötürüb, həmin o obyekti də, yəni içərisi dolu məlumatlarla bərabər bu array daxilinə yazmalıyıq. Dostlar, bu səbəbdən mənə yəni elə bir obyekt, elə bir anlayış lazımdır ki, bu obyektin içərisi doldurulur, ötürülür o tərəfə, doldurulur, ötürülür yuxarıya və bu şəkildə ta sona qədər davam etməlidir. Bu səbəbdən burada mən dim temp deməli person adında və tipi də CLS person olan bir dəyişən tanımlayacağım. Dostlar, fikir versəniz, burada birbaşa new yazmadım. Çünki bunun new olması mənə bu for döngüsünün çölündə, yəni kənarında lazım deyil. Ona görə ki, mən burada CLS person'ı sadəcə bir tip olaraq qeyd eləyirəm və lakin bundan sonra artıq mən bu CLS person'ı hər bir addımda obyektləşdirib və ya onu obyekt olaraq təyin edib, onun içərisini doldurub, onu yenidən həmin array daxilinə yazacağam. Bunun üçün dostlar, ilk addımda set temp person bərabərdir new CLS person olaraq obyektimi yaradıram. Və bundan sonra dostlar, mən temp person, misal üçün, baxın, artıq member variable'larına, yəni daha doğrusu property'lərinə çata bilirəm. ID olaraq mən buna arr, i və birinci indeksində olan, yəni ikinci və birinci indeksində olan məlumatı götürəcəm. Dostlar, baxın, ikinci prosesi, yəni ikinci addımda eyni qaydada full name'i götürməliyəm və burada arr, i və 2
və bu şəkildə dostlar ən sona qədər davam eləyəcəkdir. Sadəcə burada biraz performansı artırmaq cəhətdən bunu, yəni temp person obyektini mən bir viz daxilinə almaq istəyirəm. Viz və end viz blokunu daxilinə almaq istəyirəm. Bu şəkildə etdiyimiz zaman dostlar biraz daha performans cəhətdən, həmçində kod oxunuşu tərəfdən daha bir asanlıq əldə etmiş olacağıq. Və dostlar davam edirəm. Gender olaraq RRI 3 olacaqdır. 3 və həmçinin department olaraq RRI 4 olacaq. Sonra yəni eyni qaydada position olaraq RRI 5 olacaq və həmçinin salary olaraq RRI 6 olmuş olacaqdır. Və dostlar baxın, bu prosesdə artıq biz bir temp person, yəni müvəqqəti olaraq təyin etdiyimiz bir obyektin, yəni sales person tipindən olan bir obyektin içərisini doldurmuş oluruq. Və dostlar bunu etdikdən sonra bizim üzərimizə düşən nədir? Bax, bu məlumatın özünü birbaşa bu end person array-in içərisinə ötürmək, yəni bir obyekt olaraq ötürmək. Zaten fikir versəniz person array-in tipi də sales persondur. Bu temp person tipi də sales persondur. Demək ki, bu temp personu hansı ki person array içərisinə əlavə etmək olar. Lakin dostlar, end person array fikir versəniz hər hansı bir ölçü qazandırılmamış bir arraydir ki, zaten qabaqcadan onu bilə bilmərik hansı ölçüdə olacaqdır. Bu səbəbdən biz bunu dinamik olaraq bu for döngüsünün içərisində də eyni qaydada ona ölçü qazandırıb o məlumatları onun içərisinə ötürməliyik. Dostlar, ölçü qazandırmaq təbii ki də burada biz redim deməli keyword-ündən istifadə edəcəyik. Redim deyək və m person array deyəcəyik. Dostlar, bir ölçü qazandırmağa çalışaq. Dostlar, bu array hansı ki RR olan array, hansı ki variant olaraq məlumatın birbaşa range-dən götürülməsi üçün istifadə olunan bu array indeks olaraq 1-dən başlayır və 20-yə qədər davam edir. Dostlar, bax, həmin bu i dəyişənindən istifadə edərək biz buna ölçü qazandıra bilərik. Lakin burada sadəcə i yazmayacağıq. Bu 1 to yazmağımız daha yaxşıdır. Çünki bu 1-dən başlayacağı üçün bu birbaşa, yəni bu bir yazsa bunun içərisinə bu 0 və 1 olaraq 2 yer ayıracaqdır. Bu da bizim üçün bir yer, yəni bir dənə yerin əlavə ayrılması deməkdir. Bu da bizə sərf etmir. Hə, deyə bilərsiniz ki, 1 i olmasın, onun əvəzinə i çıxılsın 1 olsun. Bu da ola bilər əslində. Bu da bir variantdır, amma dediyim kimi burada artıq seçim eləyə bilərsiniz. İndi mən sonuncu bunu yazdım və bunun üzərindən də getməyə çalışaq. Məsələn, i çıxılsın 1, birbaşa 0 olacaqdır və 0-dan başlayacaqdır indeks olaraq. Və dostlar, burada artıq redim demişik, düzdür. Lakin biz məlumatı dinamik olaraq ötürəcəyik. Yəni ki, tutaq gələcək birinci sətri ötürəcəyik, ikinci də digər sətri ötürəcəyik və ikinci sətr və digər sətirlər ötürüldüyü zaman özündən qabaqki, yəni əlavə olmuş o obyektlər itməməlidir. Bu səbəbdən burada preserve keyword-ündən də həmçinin istifadə etməliyik. Və dostlar, burada end person array demişik, i çıxılsın 1 demişik. Bunlar hamısı redim oldu. Dostlar, artıq bundan sonra həmin məlumatı ötürə bilərik. Person array deyəcəyik və i-ninci, hətta i çıxılsın 1-ci indeksinə artıq temp personu əlavə edə bilərik. Və dostlar, bir dənə məsələni unutmayaq. Bu artıq obyekt olduğu üçün set keyword-ündən də mütləq şəkildə istifadə etməliyik. Dostlar, gəlin indi, bax, təbii bir məsələni də unutmayaq, yoxlamamışdan öncə. Bu temp person hansı ki bizə sadəcə nə işə yarayır? Hansı ki range üzərində olan, yəni array-yə toplanmış məlumatları obyektləşdirməyə yarayır. Obyektləşdirmədən sonra, array-yə ötürüləndən sonra əslində bu temp person bizə lazım deyil. O səbəbdən bunu dinamik olaraq yerindəcə öldürməyimiz bizim üçün daha yaxşıdır. Və dostlar, temp person nasib deyəcəm ki, növbəti addımda daha tam belə deyək 0-dan yeni bir obyekt yaratsın və onu istifadə etsin. Bu şəkildə dostlar edə bilərik. İndi gəlin bunu bir modul üzərindən yenidən yoxlamağa bir çalışaq. Dostlar, locals pəncərəsini açıram. İndi baxırıq. F8 gəlir, məlumatlar array-yə hamısı götürülür və bundan sonra baxın dostlar, temp person normalda nothingdir. Bir ədəd üzərindən keçdiyi zaman new etdiyi üçün bir temp person obyekti yaradılır, lakin içərisi boş olaraq yaradılır və başlayır nə etməyə dostlar? Baxın, həmin o məlumatları toplamağa. Təbii burada biz kiçik bir səhv etmişik. Burada error rise demişik, lakin burada number verməmişik. Dostlar, bunu hər hansı bir belə deyək də number da verə bilərsiniz, problem deyil. Amma bunu hələ ki mən buradan kommentari edirəm. Sadəcə bir test olaraq burada göstərmişdim. Yenidən bunu artıq başladaq. F8 ilə addımlayıram. Array toplanılır. Temp person default olaraq təyin olunur və array-in dostlar, temp person içərisinə baxın, sales person-da olan
member variable'lar, həmçinin property'lər vasitəsilə bütün məlumatlar həmin o temp person'a dənə-dənə ötürüləcəkdir. Dostlar, ən axıra gəlib çatdığı zaman artıq salary də əlavə edildikdən sonra baxın dostlar, temp person içərisinə bir sətirdə olan məlumatların hər biri obyektləşdirilmiş bir şəkildə toplanılıbdır. Və yaxud ki, tərsinə desək, bu məlumatlar, hansı ki, bir sətirdə olan məlumatlar bir obyekt içərisinə toplanmışdır. Və bu obyekt toplandıqdan sonra gəlirik dostlar, m-person array. Fikir verin, m-person array'in heç bir deməli ölçüsü yoxdur və i-nin dəyəri 1-dir. 1-dən 1 çıxanda 0 və buna bir dənə, yəni 0-cı indeks olaraq bir dənə yer qazandırır. O da hələ ki nothing-dir. Və dostlar, indi həmin o nothing olan bu obyekt yerini artıq temp person ilə doldura bilər. Baxın dostlar, temp person üzərindən keçdiyim zaman həmin person array 0-cı indeksi içərisinə açdığım zaman həmin məlumatları burada obyektləşmiş bir şəkildə görə bilərsiniz. Dostlar, indi elə bu görüntüdən də gördüyünüz üzrə fikir versəniz, bu məlumatlar, yəni eyni məlumatlar həm person array daxilində də var, həmçinin temp person içərisində də qalıbdır, tamam. Bax, belə olan təqdirdə artıq bu temp person'a artıq ehtiyacımız yoxdur. Çünki bu temp person'u biz artıq person array'in içərisinə deməli əlavə etdiyimiz üçün artıq buna bizə kənarda ehtiyac yoxdur. Bizim zaten məqsədimiz yəni bundan onun üçün istifadə etmək idi. Məlumatlar obyektləşdirilsin, obyekt olaraq array'in içərisinə toplansın və bundan sonra o bizə artıq ehtiyac yoxdur. Və dostlar, bu proses axıra kimi davam edəcəkdir. Nə zamana qədər? Bütün sətirlər obyektləşdirilib bu array'in içərisinə toplanana qədər. Və dostlar, ən sonunda da unutmadan bu array'in də özü, necə ki temp person'un özü sadəcə məlumatları obyektləşdirib bu array içərisinə toplamaq idisə, bu array'in də məqsədi sadəcə məlumatları range üzərindən götürüb də o məlumatları obyektləşdirmək məqsədi daşıdığı üçün ən sonunda bu array'in özünü də erase eləyə bilərsiniz. Və dostlar, gəlsək bura F5 düyməsi ilə gəlsək, baxın dostlar, person array'in içərisində bütün məlumatlar toplanılıbdır. Lakin array'in içərisində eyni məlumatlar var. Buna ehtiyac olmadığı üçün bir dəfə erase array desək, artıq dostlar, onu da həmçinin yaddaşdan boşaltmış olacaqdır, təmizləmiş olacaqdır və bu şəkildə biz yaddaşdan ən maksimum dərəcədə optimal bir şəkildə istifadə etməyi deməli təmin etmiş olacağıq. Dostlar, baxın, m-person ümumiyyətlə repository klassının ümumi anlayışı bu şəkildədir. Yəni, daha doğrusu içərisinə məlumatlar bu şəkildə doldurulur. Gəlin, indi bunu bir dənə real bir case üzərindən yoxlayaq. Misal üçün, təbii burada bir məsələni unutmadan yoxlamaq üçün bir məsələ də etməliyik. Hansı ki, m-person array private bir member variable olduğu üçün biz buna birbaşa gedib də çata bilmirik. Bu nə deməkdir? Demək ki, biz burada elə bir property kimi və ya elə bir funksiya yaratmalıyıq ki, o funksiyaya biz müraciət etdiyimiz zaman həmin o person array'in özünü geriyə qaytarıb da ondan istifadə edə bilək. Dostlar, bu səbəbdən public function olaraq getAll məşhur olan bir funksiyadan istifadə edəcəm. GetAll funksiyasını əlavə edirəm. Dostlar, təbii ki də function olduğu üçün ona bir geri dönüş return tipi də qaytarmalıyıq. Bu səbəbdən salesperson'un, lakin dostlar, salesperson'un necə bir salesperson, sadə bir salesperson, yoxsa onun yerinə array olması daha vacibdir. Dostlar, burada yenidən deyirəm, biz getAll funksiyası, yəni bir getAll daha doğrusu bir funksiya olduğu üçün biz ona bir tip qazandırmalıyıq. Geri return dəyəri bu geriyə person tipindən olan dəyərlər qaytaracaqdır. Amma dostlar, bir dənə dəyər yox, bir neçə dənə, yəni ki, array geriyə salesperson tipində olan bir array qaytaracağı üçün də o səbəbdən salesperson array olaraq bu şəkildə qeyd etməliyik. Dostlar, bundan sonra getAll bərabərdir m-person array deyəcək və bu şəkildə getAll-a müraciət etdiyimiz zaman o bizə həmin o dəyəri, daha doğrusu bu person array'in hamısını içərisində məlumatlarla doldurulmuş bir şəkildə bizə geriyə qaytaracaqdır. Gəlin yoxlayaq. İndi dostlar, bunu necə yoxlamaq olar? View deyək və immediate pəncərəsini açaq. Belə bir şey etmək istəyirəm. Debug.print, tamam. Bu repo .getAll deyirəm. Repo.getAll bizə array qaytarır. Bu array'in də misal üçün 3-cü indeksində olan nəyə? Full name-nə müraciət etmək istəyirəm. Dostlar, array'in özü bu dəqiqə bu siyahını təmsil eləyir. Onun 3-cü indeksi isə təxmini Coleman cinsini deməli təmsil etməlidir. Çünki niyə? Bizim array'imiz axı 0-dan başlayır. 3 deyəndə təxmini Coleman cinsinə gəlib düşəcəkdir düşünürəm. Və onun da full name-ə müraciət edəndə dostlar, hal-hazırda debug pəncərəsinə gözləyirəm ki, Coleman cinsini adını yazsın. Gəlin baxaq dostlar və F5 düyməsini klikləyəndə həqiqətən də onun adını yazmış oldu. Dostlar, baxın, demək ki, bizim prosesimiz düzgün bir şəkildə deməli işləyir. Yəni ki, bizim repository klassımız düzgün bir şəkildə işləyir. Artıq bu sizə bir işarə verir ki, mən artıq gedib də repo
yəni bu şəkildə bir kod yazdığımız zaman və get ol düyməsində kliklədiyimiz zaman bütün məlumatlar bizə əldə edəcəyik və bu məlumatları əldə etdikdən sonra artıq biz bunu istədiyimiz nöqtədə istifadə edə bilərik. Dostlar, repository klassı ilə təbii ki, hələ ki işimiz bitməyib əslində. Başqa funksiyonlar da yaza bilərik, əslində funksiyalar yaza bilərik. Lakin sonuncu bir dənə bir eventimiz var. Onu da unutmamaq lazımdır. Necə ki, mən bunun içərisinə obyektləri doldurduğum kimi həmin o obyektləri necə ki burada nothing etdiyim kimi, yəni digər obyektləri, onu da dinamik bir şəkildə repozitor içərisində öldürməliyəm. Yəni ki, yaddaşdan maksimum dərəcədə optimal istifadə etmək üçün. Bu səbəbdən initialize eventindən istifadə etdiyim kimi mən əslində terminate eventindən də istifadə etməliyəm. Dostlar, terminate eventi isə nə iş görəcəkdir? Sadəcə necə ki bu fill list, yəni class initialize person array içərisində məlumatları topladığı kimi, həmin o məlumatları bu terminate eventi da eyni qaydada öldürməlidir. Bu səbəbdən dim i as bir long deyək bir iterasiya etməsi üçün və for i bound hansı ki m person array to ubound m person array next i deyəcəm. Dostlar, bu nə iş görəcək? Hər bir m person array'in i-ci dəyərində olan həmin o obyektə müraciət edib, onu dostlar nothing edəcəkdir. Dostlar, m person array'in hər bir indeksində olan dəyərlər axı bir CLS person obyekti sayılır, düzdürmü? Həmin o CLS person obyektin özünü nothing edirəm. Dostlar, hər bir CLS obyekti, yəni bu obyekti, person array'in içində olan obyektlər nothing edildikdən sonra bunun özü də bir array olduğu üçün, necə ki burada arrays dediyimiz kimi, eyni qaydada bunun özünü də arrays m person array deyərəkdən ümumiyyətlə təmiz bu obyekti və ya ki bu deməli array'i bütün yaddaşdan yəni silə bilərik. Dostlar, hətta bunu bu class terminate'in işə düşməsini və necə bir proses olduğunu göstərmək məqsədi ilə yenidən locals pəncərəsini açacağam və dostlar bunu birbaşa F5 düyməsi ilə elə ki deməli biz run edək. Və dostlar baxın, minin içərisində m person array var. İndi diqqətlə baxın dostlar, gəlib hər bir indeksdə olan həmin o obyektlərin hər birini nothing edir. Yəni ki, bunların hər birini öldürür bu şəkildə və ən sona çatdıqda isə dostlar, təbii bu işi bitirdikdən sonra baxın, nothing etməyinə baxmayaraq CLS person tipindən olan dəyişənlər bu array'in daxilində qaldığı üçün və müəyyən bir ölçüyə sahib olduğu üçün bunun özü də bir yer tutur və dostlar ən sonunda da bu person array'in özünü də erase etdiyimiz zaman təmiz yaddaşdan bütövlüklə siləcəkdir və dostlar bu da bizə çox böyük bir performans qazandırmış olacaqdır. Dostlar, bu şəkildə biz artıq ilk variantda həm repository klassımızı, daha doğrusu həm person klassımızı, həm də o person klassı üçün çalışan repository klassımızın özünü düzəltmiş olduq. Dediyim kimi dostlar, təkcə, yəni sadəcə bundan ibarət deyil person repositorysi. Yəni ki, bundan sonra bir neçə məsələ üçün geriyə qayıdacağıq. Lakin indiki variantda artıq biz məlumatlarımızı repository klassının içərisində topladığımız üçün artıq bu repositorydan istifadə edərək mən bu user formun müəyyən işlərini, müəyyən bölmələrini artıq tamamlaya bilərəm. Dostlar, indi isə qurmuş olduğumuz person və CLS person repository bu strukturundan istifadə edərək artıq bunu user form üzərində və xüsusilə də filtrasiya, yəni bu videonun mövzusu olan filtrasiya bölməsi üzərində də istifadə etməyə başlayaq. Dostlar, ümumiyyətlə bilmək lazımdır ki, bu hissədə artıq biz user formu aktiv etdiyimiz zaman bəllidir ki, bu list içərisində, yəni bu list bölməsində bütün məlumatların hər biri burada olmalıdır. Ondan da əlavə bu məlumatlardan istifadə edərək department, position, həmçinin salary məsələsi, yəni bu listdən gələn, ya da bu məlumatlardan gələn, yəni bu klasslardan gələn məlumatlar ilə doldurulmalıdır. Yəni ki, dostlar, fikir verirsinizsə, hələ ondan da əlavə, yəni bunlar üzərində müəyyən filtrasiyalar gedəcəkdir. Yəni bunlar üzərində də istifadə olunur. Yəni uzun sözün qısası dostlar, biz bu məlumatları sadəcə listin içərisini doldurmaq üçün deyil, bəzən listin içərisini doldurmaq üçün, bəzən combo, yəni boxların içərisini doldurmaq üçün, ümumiyyətlə bəzən də onlar üzərində müəyyən filtrasiyaları gerçəkləşdirmək üçün istifadə edəcəyik. Yəni ki, ümumiyyətlə bu məlumatların hər biri ümumi olaraq bu user form mühitinə daxil olmalıdır. Dostlar, bax, bu məsələni həll etmək üçün, yəni bu məlumatları user form mühitinə daxil etmək üçün gələk view code deyək, yəni user formun kod mühitində
müəyyən bir işləri görməyə çalışaq. Dostlar, bunun üçün, yəni dediyim kimi, onun user formun təkcə bir nöqtəsində istifadə edilməyəcəyi üçün və bir neçə nöqtəsində eyni vaxtda və ya başqa vaxtlarda istifadə ediləcəyi üçün bu məlumatların hər birini biz ilk öncə user form mühitinə əlavə etməliyik. Dostlar, bunun üçün bir dənə dim-r, yəni array-in qısaltması r, as CLS person tipindən olan bir array tanımlayıram. Dostlar, hansı ki bu array CLS person tipindən olan obyektlər, hansı ki biz repozitori içərisində yaratmış olduğumuz obyektlərin hər birini bu array öz daxilində tutacaqdır. Tamam. Lakin dostlar, bu array nə zaman doldurulacaqdır? Hansı ki bu array dostlar user form initialize edildiyi anda, necə ki repozitori initialize edildiyi anda array toplanırdısa, eyni qaydada user form initialize edildiyi anda bu array də, həmçinin person array də doldurulmalıdır. Hətta bunun adını dostlar person array deyəcəm. Belə bu şəkildə daha açıqlayıcı olsun. Bu person array belə də bunun içərisində doldurulmalıdır. Dostlar, bunu eyni qaydada repozitoridəki elementikdən istifadə edərək bunu bir başqa deməli sub prosedura həvalə edə bilərik. Dostlar, bunun üçün private sub deyəcəyik və fill array deyə bilərik. Dostlar, fill array demək, daha doğrusu bunu bu şəkildə etməyə fikrimi dəyişim. Bu array zaten doldurulmuş bir şəkildə gələcəyi üçün sadəcə gələn arrayi bu arraya tam əlavə etmək lazımdır. Elə bu səbəbdən biz sadəcə burada həmin repozitorini ilk öncə bir çağıraq. Dim repo deyək, hətta deməli person repo deyək. Person repo deyək as new CLS repository person repository. Və dostlar, biz artıq person repository'yə müraciət etdiyimiz anda get all funksiyasını çata bilirik və bunu da dostlar geri qayıdan dəyəri də bu person array'yə əlavə edə bilərik. Bax dostlar, gəlin bu hissəyə qədər yoxlayaq görək həqiqətən person array daxilinə bu məlumatların hər biri əlavə edilirmi? Bunun üçün də localhost pəncərəsindən yenə eyni qaydada istifadə etməyə çalışaq. Dostlar, belə deyək, burada F8 ilə addımlamayaq, birbaşa run düyməsini basaq və F8 ilə bundan sonra addımlayaq. Baxın dostlar, gedib də həmin o person reposundan istifadə edərək klassı initialize eləyəcək və ən sonda get all-u çağıracaq. Və dostlar, geriyə qayıdan dəyəri də eyni qaydada baxın, person repo içərisinə məlumatların hər birini toplayacaqdır. Demək ki, dostlar, bu üsul bizim üçün daha əlverişli üsul sayılacaq. Hansı ki, person repozitorini bu şəkildə tanımlayıram. Daha sonra person array'imi və get all deyərək bu şəkildə əlavə edəcəm. Baxın dostlar, bundan sonra person array daxilində mənim bütün məlumatlarım olacağı üçün mən artıq bu person array'dən istifadə eləyərək bütün istədiyim nöqtələrdə məlumatlarımı artıq toplaya bilərəm. Elə dostlar, ilkin qaydası, bayaqları person array yazmışdım. Bu səfər fill list yazacağam. Hansı ki bu array'də olan məlumatlardan istifadə eləyərək bu listin içərisini doldurmuş olsun. Necə dolduracaq dostlar? Dim as bir long kimi ilk öncə iterasiya etməsi üçün bir ədəd i dəyişəni əlavə edirəm. Və bundan sonra L bound person array deyəcəm to U bound person array deyəcəyik. Yəni ki, yenə eyni qaydada next i deyəcəyik və bundan sonra bunun üzərində addımlaya listin hər bir deməli nöqtəsində, yəni listin hər bir sətrinə buradan gələn məlumatları əlavə edə bilərik. List employees add item deyək, bir ədəd sətr ayırsın və bundan sonra list employees nöqtə list metodundan istifadə edərək və burada da eyni qaydada list employees nöqtə list count deyərək çıxılsın bir təbii ki də. Çünki list count bizə sətr sayını qaytarır. Yəni, lakin bizim list metodumuz isə indekslə çalışdığı üçün bu bir qaytaranda çıxılsın bir olsun deyə, yəni 0 olsun deyə bu çıxılsın bir yazmaq daha düzgündür. Və 0-cı indeksə dostlar biz nə əlavə eləyəcəyik? Person array'də olan birinci sətrində, daha doğrusu indeksində olan nöqtə full name'i əlavə edə bilərik. Dostlar, bundan sonra baxın, bu metoddan istifadə edərək eyni qaydada bu şəkildə birinci indeksdə biz gender əlavə edə bilərik. Eyni qaydada list deyərək, yəni təbii bu kodu birbaşa kopyalamışam artıq, belə bu şəkildə yazmaq olar. Bu şəkildə ikinci indeksində department sözünü, üçüncü indeksdə position deyə bilərik
3-cü indeksdə və növbətində də hansı ki positiondan sonra salary gəlir, salary də eyni qaydada 4-cü indeksdə bu şəkildə ola bilər. Və dostlar, hər zaman etdiyim bir məsələ də var. Artıq ID sütununu isə mən 5-ci indeks olaraq elə ki buradakı 1, 2, 3, 4, 5 5 dənə yəni bölmə var. Yəni sonuncusu 4 indeks sayılır. Yəni bu 4 sayılır. 5-incisi isə bizim üçün olacaqdır hide olunmuş, yəni gizlənmiş bir şəkildə. Bunu da bu şəkildə bura yazmış olacaq. Bir dənə də hide ilə aparaq ki, bu ID, yəni deməli məlumatı həmin bu list içərisində deməli hide olmuş bir şəkildə olacaq. Dostlar, bunu əksər vaxt niyə eləyirəm? Bunu deyim sizə. Çünki biz burada full name, gen və digər məlumatlar elə bir məlumatlardır ki, başqalarının məlumatları ilə üst-üstə düşə bilər. Yəni mənim adım, familiyam bir başqa işçi ilə eynilik təşkil edə bilər, amma mənim ID-m elə bir anlayışdır ki, yəni fin kodum heç bir şəkildə digər məlumatlarla, digər işçilərin məlumatları ilə oxşar olmamalıdır, yəni olma ehtimalı sıfırdır. O səbəbdən bu ID-ni də eyni qayda hide olmuş bir şəkildə bura əlavə edəcəm. Dostlar, təbii class initialize edildiyi anda müəyyən bir məlumatlar icra olunur. Onlardan biri person array-in doldurulması idi. İkincisi olsun, yəni default olaraq bu görülən işlərdir. Column count olsun. Column count olacaq mənim üçün 5. Niyə? Yenə eyni qaydada full name-dən salary qədər 5-in, yəni 5 dənə sütun var. Lakin 0, 1, 2, 3, 4 indekslidir və 5-ci indeksdə isə hide olunmuş ID sütunu olacaqdır. Dostlar, yenə deyirəm, buradakı ID sütunu baxmayaraq ki, burada görünməyəcəkdir, amma o demək deyil ki, yoxdur. O sadəcə görünmür. Onun görünməməsinin səbəbi biz həmin bu list employees üçün 5 dənə toplamda indeks, yəni sütun sayı deməli əlavə etmişik. Hansı ki 0-dan 4-ə qədər 5 sütun sayılır. Bu isə 6-cıda artıq hide olmuş bir şəkildə və ya görünməmiş bir şəkildə orada qalacaqdır. Baxın dostlar, bu metod yenidən gəlib burada artıq bunu çağırdığım anda call fill list deyəcəm və artıq class initialize edildiyi anda bu məlumatların hamısına gedib gətirib bütün listimə dolduracaqdır. Hansı ki bu məlumatlar da ilk öncə bizim repository klassımızdan, daha sonra array person array-yə toplanılır. Person array-dən də biz istifadə edərək həmin məlumatları listə toplamış olacaq. Gəlin dostlar, yoxlayaq və run düyməsini klikləyəndə baxın dostlar, bütün məlumatlarımızın hər biri sıralı bir şəkildə və sərgəli bir şəkildə hamısı toplanmış oldu. Dostlar, bu bizim listimizə doldurulan məlumatlar idi default olaraq. Eyni qayda default olaraq və digər biz combo məlumatlarını da eyni qayda bura doldurmalıyıq. Tamam. Bu səbəbdən gəlirim burada başqa bir sub-prosedur yazmaq istəyirəm. Sırf bu işi təhvil vermək üçün, əlavə etmək üçün. Bunun üçün də belə bir şey olsun. Fill combo yaza bilərəm, combos yaza bilərəm, komboları doldursun. Dostlar, bu ümumi bir adlandırma sayılır. Təbii burada combo olmayan məlumatlar da var. Onlardan biri full name-dir və ya salary bu məlumatları kimi. Amma ümumi olaraq fill combo yazsaq bizim üçün məncə açıqlayıcı olacaqdır. Və dostlar, gördüyümüz işin ilk öncəsi nə olacaq? Burada biz gender filter məlumatını doldurmalıyıq. Bu ayrı bir məlumat olduğu üçün, yəni ki filter gender adında bir adlandırma etmişik. Sadə bir şəkildə bir dənə select all deyəcəyik. Eyni qaydada filter gender, yenə add item, bir dənə male məlumatı əlavə edək. Çünki bu 2 dənə seçim olacağı üçün zaten bunun üzərində hər hansı bir xüsusi bir iş görməyə gərək yoxdur deyə bu şəkildə edirəm. Əks təqdirdə digərlərində fərqli bir iş görəcəyik. İndi birazdan female deyirəm. Və dostlar, department bölməsində isə artıq biz bu departmentləri əlimizlə yaza bilməyəcəyimiz üçün bunlar bizə həmin bu person array-dən bizim combo boxumuza əlavə edilməlidir. Lakin dostlar, biz öz məlumatımıza baxanda bəzi departamentlərin adları təkrarlanır, tamam. Belə olan təqdirdə artıq biz bunlardan sadəcə bir dənəsini orada göstərməliyik də. Yəni təkrarçılıq olmamalıdır. O səbəbdən biz bunlar üzərində, o combo boxun üzərində, yəni içərisinə doldurduğumuz zaman biz artıq bunun üzərində bir duplikatları ləğv etmək, yəni uniqləşdirmə əməliyyatı mütləq şəkildə icra etməliyik. Dostlar, o səbəbdən department yazaq bura və 2 dənə dəyişən tanımlayacağam. Birincisi i dəyişəni olsun. Hansı ki, ilk öncə bu deməli məlumatlar üzərində addımlayacaq. İkincisi isə olan məlumatı digərləri ilə qarşılaşdıracaq ki, məsəl üçün legal əgər duplikatdırsa götürməsin, ən sonuncu duplikat olmayan dəyəri götürsün və bu şəkildə onu həmin combo box içərisinə daxil etsin. Dostlar, bunun üçün for i eyni qaydada L-bound yəni çünki biz həmin o məlumat üzərində işləyəcəyimiz üçün, yəni L-bound person array deyək və to U-bound eyni qaydada person array deyəcəyik və next i deyək. Dostlar, burada bu ilk öncə həmin array daxilində üzərində addımlayır. Aydın məsələdir ki, lakin mənim ikinci addımım
bu şəkildə olmalıdır. Məsəl üçün mən gəlib legalı götürəcəm. Bu legaldan sonrakı digər sətirlər ilə qarşılaşdırmalıyam. Məsəl üçün legal əgər varsa, onu artıq götürməsin, saymasın. Marketinq varsa saymasın. Misal üçün gəlib də legalın bax bu sonuncu legala çatanda, tamam, baxacaq ki, özündən sonra legal yoxdur. Demək ki, bu axırıncı qalan unique dəyərdir. Bu unique dəyəri combo boxun daxilinə əlavə edəcək və bu şəkildə dostlar artıq bizim yəni bu sütunda olan məlumatlar sadəcə unique məlumatlar hamısı gəlib ora combo boxun içərisində toplanmış olacaqdır. Və dostlar, ikinci döngünü başlatmaq üçün də eyni qaydada for j-dən istifadə edəcəm. Dostlar, for j-nin başlanğıcı necə ki dedim axı legal özündən sonrakını yoxlamalıdır. Özündən sonraki, yəni i-dən sonraki dəyər 1 plus sayılır. Yəni ki, i plus 1 yazsaq bizim üçün kifayət olacaqdır. Və dostlar, bunun sonuncu da eyni qaydada sonuncu mərhələsi də person array sayılır. Və next i deyirəm. Dostlar, hansı yoxlamanı eləyəcəkdir? İndi gəlin baxaq. Burada yoxlama etdiyi məqam person array-in i-ninci dəyərində olan departamentin adı person array-in j-ninci indeksində olan departamentin adına bərabərdir isə, demək ki, legal özündən sonra legal var. Yəni ki, hələ ki, bu unique əməliyyat sayılmır. Tamam. Belə olan təqdirdə bir dənə burada belə bir şey eləyək. Flag as bir boolean kimi. Təbii, flag'in də ilkin dəyəri olsun false. Həmin bu flag'ə true dəyərini qazandırsın və bunu exit for eləsin. Tamam. Bu exit for hansı exit fordur? Hansı ki next j-dən çıxacaq exit fordur. Bu next j-dən çıxdıqdan sonra bu flag'in özünü bir yoxlasın. Əgər flag'in özü, dostlar, not qalıbsa, yəni ki, not dedikdə, yəni true'nun əksi, yəni ki, belə deyək də, əgər, baxın, burada bir məntiq quraq özümüzə. Biz əgər burada flag, yəni true olarsa, demək ki, özündən sonra var, biz bunu əlavə etməməliyik. Biz nə zaman əlavə edəcəyik? Hansı ki, bizim flagimiz false qaldığı zaman. Demək ki, dostlar, bizim flagimiz not flag olduğu zaman və ya ki, flag bərabərdir false olduğu zaman, belə deyək də, burada artıq biz nə iş görəcəyik? Həmin o flag'i, yəni ki, false olan, hansı ki, unique dəyəri olmayan, özündən sonraki olmayan dəyəri artıq həmin o combo boxun içərisinə əlavə edə bilərik. Yəni ki, filter dep .add item deyərək person i-ninci dəyərində olan departament bilgisini əlavə edəcəyik. Və dostlar, flag'i də yenidən öz default dəyərinə qaytara bilərik. Baxın dostlar, gəlin bu prosesi düzgün olub olmadığını yoxlamaq üçün birbaşa run düyməsinə klikləyək. Dostlar, call fill combo deyəcəm və burada sonuncu yoxlamalarımı eləyəcəm. Yenidən bir baxaq. Hansı ki, i dəyişəni üzərindən biz person array üzərində adımlayırıq və person array-in yenidən ikinci adımlamasını gerçəkləşdiririk. Və burada person array-in i-ninci dəyərindəki departamentlə j-ninci dəyərindəki departamenti qarşılaşdırırıq. Əgər qarşılaşdırma düzgün gedirsə, yəni ki, özündən sonra əgər legal, yəni unique olmayan, yəni duplikatı varsa, flag'i true eləyəcəkdir. Flag'i true eləyəcəyi üçün də burada artıq flag true olacağı üçün və bizə lazım olmayan bir dəyər olacağı üçün bu flag false işləməyəcəkdir. Yəni ki, bunun üzərindən keçib gedəcəkdir və bu şəkildə növbəti dəyəri axtaracaq. Əgər növbəti dəyərdə artıq unique bir əməliyyat yoxdursa, yəni ki, flag'in dəyəri false qalarsa, bu zaman filter department add item yeni bir dəyəri həmin kombonun içərisinə əlavə etmiş olacaqdır. Dostlar, ümumi olaraq görüntüdə heç bir problem yoxdur. Gəlin bir baxaq necə işləyir. Və dostlar, run düyməsinə klikləyirəm. Run düyməsinə klikləndikdən sonra, baxın dostlar, genderin içərisində doldurulubdur və departamentin içərisində açdığımız zaman, baxın dostlar, bütün departamentlərin adları deməli, unique dəyərlər olaraq burada əks olunur. Hansı ki, fikir versəniz, normalda finansın adı 3 dəfə təkrarlanır, normalda. Lakin bundan sonra biz onu sadəcə bir dəfə bura qeyd etmişik. Dostlar, demək ki, bizim məntiqimiz düzgün çalışır. Sadəcə bir məsələni unutmayaq burada. Departamentdə, yəni digər filtrlərdə olduğu kimi select all deməli anlayışını da burada əlavə etməliyik. Dostlar, filter deyəcəm, dep add item. Add item dedikdən sonra burada bir ədəd select all düyməsini, select all seçimini bu şəkildə bura əlavə etmiş olaq. Ondan sonra dostlar, position gəlir. Hansı ki, position də eyni əslində məntiqlə eləyəcəyik. Birbaşa bunu buradan kopyalayacağım ki, yenidən yazmağa vaxt getməsin və position deyək. Burada artıq departamentlərin yerinə position yaza bilərik və dostlar, filter position'ın yerinə də, filter dep'in yerinə də filter position yazaq və burada eyni qaydada position'a çevirək.
Və dostlar, run düyməsini yenidən kliklədirəm. Bu səfər isə baxın, positionların adlarını bu şəkildə, yəni unique olaraq hamısını gətirdi, yazdı bura. Dostlar, gender, department və position olaraq hər biri yazıldı. Ən sonuncu isə bizim üçün salary olacaqdır. Dostlar, salary bölməsinin xüsusiyyəti nələrdir? Gəlin ilk öncə ondan danışaq, daha sonra yazmağa çalışaq. Dostlar, salarydə baxın, bu birinci scroll ilə, tamam, ikinci, yəni bu scroll arasında, yəni ki, hansı ki biz birincidən minimum dəyəri, ikincidən isə biz maksimum dəyəri seçməliyik. Yəni ki, belə deyək də, baxın, run düyməsini kliklədirəm. Biz burada tutaq ki, minimum dəyər seçəcəyik. Burada isə maksimum dəyəri. 5000 ilə 9000 arasında olan dəyərləri seçmək üçün istifadə edəcəyik və bu səbəbdən yəni bunun xüsusiyyətlərini də ona görə mütləq şəkildə quraşdırmalıyıq. Tamam. Yaxşı dostlar, ilk öncə belə bir şey edək. Hansı ki, bunun minimum və maksimum dəyərlərini qeyd etməliyik. Tamam. Dostlar, bunun hər ikisinin, yəni minimum və maksimum dəyərləri bizim sıfırdan başlayıb, lakin maksimum isə bizim işçilərimizin ən maksimum, yəni ki, aldığı maaş olmalıdır. Dostlar, ən maksimum aldığı maaşı biz tapmaq üçün, təbii ki də bu, deməli, user form daxilində də nəsə bir iş görə bilərik. Lakin mən düşünürəm ki, bunu sadəcə və sadəcə repository klassına həvalə etməyimiz bizim üçün daha yaxşı, daha məntiqli olacaqdır. Tamam. O səbəbdən burada public, deməli, function get max salary adında bir dənə funksiya düzəldirəm. Hansı ki, bu geriyə zaten double dəyərini qaytaracaqdır. Dostlar, bu həmin bu person array içərisində bir addımlama eləyib ən yüksək dəyəri bizim üçün gətirib gələcəkdir. Dostlar, bunu da etmək üçün dim i as long və j as bir long kimi iki dənə dəyişən əlavə edək. Dostlar, bu etməkdəki məqsədimiz odur ki, biz burada müəyyən bir iş görəcəyik. Hansı ki, uniqləşdirmə əməliyyatında olduğu kimi bir addımlama prosesi icra edəcəyik və hər dəfəsində yoxlayacaq. Məsəl üçün, gəlib yoxlayacağam ki, 7000, yəni belə deyək də, 7000-dən sonra gələn 8000 böyükdürmü 7000-dən? Bəli. Bax, həmin o 8000 bəli olduğu ehtimalda bizim üçün max salary 8000 sayılır. Daha sonra keçəcək 5000-ə, böyükdürmü? Yox. 8000 yenə eyni qayda max salary və gəlib ən sona 9000-ə çatanda görəcək ki, max salary 9000-dir. Artıq bayaqları 8000 olaraq təyin etmişdirsə, indi artıq onu 9000 olaraq qeyd edəcəkdir. Və dostlar, bu prosesi bütün ehtimallar üzərində dəyərləndirib max salary-yə gəlib çatacaqdır. Bu səbəbdən dostlar, burada biz for i l bound m person array to u bound person, təbii m person array olaraq qeyd edəcəyik. Dostlar, bu bizim birinci addımlamamız. Və ondan sonra for j özündən sonrasına baxsın deyə i plus 1 yazaq və ən sonuncu sətrə qədər addımlasın. Next j. Dostlar, yoxladığı dəyər nə olacaqdır? M person array-in i-ci dəyərində olan salary kiçikdirsə, m person j-ci özündən sonrakini yoxlasın, salary-sinin kiçikdirsə, həmin o dəyəri, yəni ki, özündən sonra gələn dəyəri, necə ki, dediyimiz kimi 7000 özündən sonrakilərini yoxlayır, özündən sonra gələn əgər dəyər özündən böyükdürsə, bu zaman həmin onu max salary olaraq təyin etməlidir. Dostlar, bu səbəbdən də burada gəlin max salary as bir double kimi bir dənə bir qeyd aparaq. Dostlar, max salary bərabər olacaqdır özündən sonra gələn person array j.salary-yə. Dostlar, bu döngü axıra kimi davam edib bitirdikdən sonra artıq max salary sonuncu dəfə nə qeyd olunubsa, o şəkildə də həmin o dəyəri geriyə qaytarmış olacaqdır. Bu səbəbdən get max salary-yə elə max salary-nin özünü bu şəkildə təyin edəcəm. Dostlar, artıq biz buna müraciət etdikdən sonra, yəni get max salary müraciət etdikdən sonra bu bizə ən böyük, ən yüksək maaşı bizim üçün geriyə qaytarmış olacaqdır. Bu səbəbdən gələk salary bölməsində scroll start olaraq, start yəni minimum olaraq 0 olsun. Həmçinin SG and minimum olaraq 0 olsun. SG demək, eyni qaydada start max olaraq bərabər olsun. Dostlar, nəyə? Hansı ki, dostlar, biz elə bir ki, burada gedib repository klassını çağırmalıyıq. Hansı ki, biz əslində bir dəfə repository klassını burada çağırmışıq. Dostlar, burada artıq belə deyək, repository klassını çağırıb, daha doğrusu, repository klassından bir dəfə istifadə etmişik. Yəni, demək istədiyim nədir? Biz əslində burada bu person repo demiş, ya sales repository person bu şəkildə initialize etmişik. Bunu
bunun içərisində edəndə, yəni ki, user form initialize sub prosedurun içərisində etdiyimiz zaman artıq biz bunu ikinci dəfə başqa bir yerdə istifadə edə bilmirik. Yəni mən artıq o get max salary-yə gəlib çatmaqdan ötürü təzədən yenidən bir dənə repository obyekti düzəltməliyəm və onu gəlib çağırmalıyam. Bu da əslində düzgün bir, yəni bəyənilən bir üsul deyil. O səbəbdən belə bir iş görmək istəyirəm. Hansı ki, dim person repository-ni new etmədən sadəcə bir dəyişən olaraq kənara çıxaracağam və ondan sonra set və bərabər deyib bunu, yəni bu person repo adındakı sales person repository tipində olan bu dəyişəni user form initialize edib onun obyektini yaradıb onu daha sonra digərlərində artıq rahat bir şəkildə istifadə edə biləcəm. Bu da düşünürəm ki, daha yaxşı bir üsuldur. Bundan sonra person repo deyib də get max salary dediyimiz zaman eyni instansa, yəni eyni obyektə müraciət edəcəyimiz üçün gedib eyni qaydada təzədən, yəni o array-i doldurmağına falan ehtiyac yoxdur. Person get max salary-dən birbaşa mən lazım olan məlumatı gətirib gələcəm. Dostlar, bundan sonra sg end nöqtə max dəyərinə də eyni qaydada person repo nöqtə get max salary edək. Dostlar, hətta bunu fikir versəz 2 dəfə getdik müraciət edik, 2 dəfə gəlib o get max salary'ni çalışdıracaqdır. Belə baxanda bunun özünü də optimallaşdırmaq olar. Bu şəkildə max salary deyərəm, max sal deyək, hətta double deyək, bu şəkildə daha qısa olsun. Bu max salary'nin özünə bərabərdir person repoda olan nöqtə get max salary deyərik. Artıq bu dəyişən gətirib buralarda istifadə etməyimiz, bu da daha böyük bir optimallaşdırma bizim üçün əldə etmiş olarıq. Dostlar, bu şəkildə. İndi gəlin baxaq. Və bir məsələni də unutmayaq, fikir versiniz, burada default yazılan bir bölmələrimiz var. Bu da bu scrolllarımız seçildiyi zaman onun dəyərlərini bu default yazılan bölmələrdə, yəni ki, bizim bu LB start və LB enddə bu deməli framelər, daha doğrusu bu labellarda istifadə etməliyik. Yəni burada göstərməliyik bizim istifadəçimiz üçün. Bunun üçün də birbaşa həmin o scrolllar start, change və end ehtimal üzərinə, daha doğrusu bu kontrol üzərinə əlavə klikləyirəm və burada LB startın captionına sg startın valuesunu əlavə edəcəm. Həmçinin buna da, yəni sg endin də özünə eyni qaydada LB start deməyək, təbii ki də burada artıq end olacaqdır. Captionına deməli C, yəni scroll end nöqtə value deyə bilərik. Dostlar, bundan sonra run düyməsinə klikləyək. İndi baxın dostlar, maksimum dəyəri 9000 olduğunu görə bilərsiniz. Azaltdıqca da zaten bu yəni əlavə olunur və burada da eyni qaydada dostlar fikir verin, maksimum dəyəri 9000 olduğunu görə bilərsiniz. Lakin dostlar, bununla bağlı kiçik bir iş görmək lazımdır. Necə ki, fikir versəniz, mən bunu misal üçün gətirib 7800-ə qoyanda bu 4000-də və yaxud ki, digər dəyərlərdə qalanda bu şəkildə düzgün bir seçim olmur da. Bu axı Bitfin anlayışıdır. Yəni ki, bura kiçik olmalıdır, bura böyük olmalıdır. Belə olan təqdirdə belə bir iş görək. Misal üçün, mənim istifadəçim 2000 və belə bir dəyər seçibdir, 1600. Mənim istifadəçim sol tərəfdən bunu 2600-dən böyük dəyər seçəndə artıq bax bunu, yəni ki, sağ tərəfi, yəni 1600-ü minimum 7000 qədər etməlidir. Tamam? Belə bir prosesi icra edək. Çünki imkan verməməliyik ki, burada sol tərəf, yəni minimum maksimumdan böyük olsun. Bunu etmək üçün yenidən bu SG, yəni starta gələcək. Deməli, start caption edildikdən sonra belə bir iş görmək olar. Hansı ki, deyə bilərik ki, SG start value'su əgər böyükdürsə, hətta bərabərdirsə, bizim sg end nöqtə value-dan. Tamam? Belə olduğu təqdirdə həmin o sg end nöqtə value-nun dəyərini elə ən azından sg startın dəyəri qədər et. Baxın dostlar, sol tərəfdəki sağ tərəfdəkidən böyükdürsə, sağ tərəfdəkini ən azından sol tərəfdəkinin cari dəyəri ilə əvəz et deyə bilərik. Dostlar, run düyməsinə klikləyəndə, baxın indi, misal üçün, mən gəldim bunu seçdim 4600 və bunu gətirib də daha böyük yazanda 7600-ə çıxardanda, baxın, onu da avtomatik 7600 elədi. Yenidən yoxlayaq. Misal üçün, baxın, 3200-dür. Bu şəkildə gətirib qoyanda 6200 eləyəndə bunu da minimum 6200 eləyir. Yəni, imkan vermir ki, biri digərinin üzərinə keçsin. Dostlar, eyni dəyər bu birisinə də aiddir. Hansı ki, baxın, indi 6200 olanda
bunu 1600-ə endirəndə bunun özü də, yəni sol tərəfdəkinin özü də 1600-ə gəlməlidir. Bu necə olacaqdır? Yenə bu sağ tərəfdəki əgər sol tərəfdəkindən kiçikdirsə, bu zamanda eyni qayda, eyni proses icra olunmalıdır. Baxın, gəlirəm bura. Deyirəm ki, if əgər sg end.value əgər kiçikdir isə, hətta bərabərdirsə, kiçik bərabərdirsə, sg deməli start.value-dan bundan sonra əgər yəni bax düzgün qurduqmu, yəni soldakından əgər kiçikdir isə, sağdakının, daha doğrusu soldakının dəyəri, yəni ki, startın dəyəri eyni qaydada bu sağdakının cari dəyəri olmalıdır. Əslində yuxarıdakının biraz tərs məntiqini qurmuş olduq və run düyməsini klikləyək. Yenidən bax dostlar, baxın 4000-dir. 6000-ə qoyanda azaldı. Bunu yenidən aşağı azaldanda bu səfər də sol tərəfdəkini azaltdı və fikir versəz heç bir şəkildə dostlar biri digərinin üzərinə keçmir, minimum o birisinin dəyərini alır. Və bununla bağlı sonuncu məsələ dostlar, fikir versəniz run düyməsini kliklədiyimiz anda default olaraq default yazır və bunu hər birini sıfıra çəkir. Bu düzgün bir anlayış deyil. Bu səbəbdən bunların dəyərini birbaşa elə minimum, yəni default dəyərlərini 0 və 9000 eləyək. O şəkildə daha bir düzgün göstərim olsun. Və sg start.value'suna 0 deyəcəyik və sg end.value'suna da bu max salı yazacağıq. Dostlar, run düyməsini klikləyəndə baxın, default yazdı burada. Bunu düzəlişini daha düzgün eləyək. Burada zaten sg startın value'su 0'dır. 0'dır, onsuz da. Bunu bu şəkildə yox. lb start nöqtə elə caption'dan yazsaq, düşünürəm ki, bizim məsələmiz həll olacaqdır. Bir baxaq. Run düyməsini klikləyək. Baxın dostlar, 0 və 9000 arasında oldu. Artıq ki, burada bu şəkildə düzəliş etdiyimiz zaman artıq baxın, istədiyimiz rəqəmləri rahat bir şəkildə ala bilirik. Dostlar, bu da bu şəkildə icra olunmuş oldu. İndi keçirik əsas videomuzun ən önəmli məqamına. Artıq bu proseslər, yəni ki, bura qədər görmüş olduqlarımız hələ məlumatların user form mühitinə gətirilib çatdırılması idi və bundan sonra dostlar artıq biz filtrasiya prosesinə keçə bilərik. Dostlar, indi isə filtr prosesinin necə baş verdiyini artıq yaza bilərik. Dostlar, biraz yer açmaq istəyirəm burada ilk öncə və burada ümumiyyətlə bu prosesin necə başladığını, hansı mərhələlərdən keçdiyini ilk öncə gəlin təyin edək ki, ona uyğun kodlarımızı da yazmağa çalışaq. Dostlar, baxın, run düyməsini kliklədiyimiz anda qarşımızda bu pəncərə zaten açılır. İndi mən buradan gəlib də mail düyməsinə klikləyən, mail seçimini daha doğrusu etdiyimiz zaman bu altdakı, yəni bu array yenidən toplanmalıdır. Dostlar, array dedikdə, yəni bu list arraydən, bu listin içərisindən toplanmalıdır. Dostlar, ilk öncə təyin edirik ki, burada bu proses combo box'un, yəni click və ya change əməliyyatında baş verəcəkdir. Bu səbəbdən gəlirəm, bax bu gender bölməsində, yəni dostlar gender combo box'un üzərinə klikləyirəm. Baxın, birbaşa bu filter gender'in change deməli event'ı deməli bizim üçün açılmış olacaqdır. Yəni ki, mən birazdan bunun içərisində nə yazsam artıq və ya ki, elə bir şey yazmalıyam ki, mən mail seçimini etdiyim üçün bu filtr mail üçün yenidən toplanmalıdır. Dostlar, bu məlumatlar da hardan gəlir? Bu məlumatların özü də bu person array'nin içərisində olan məlumatlardan süzülüb gəlməlidir. Dostlar, bunun hər bir prosesi təbii ki də dənə-dənə hər bir event'in içərisində yazmaq düşünürəm ki, düzgün olmaz. Bunun əvəzinə biz bu işi, yəni filtrasiya prosesini ümumi olaraq idarə etməsi üçün bir dənə sub prosedura bunu həvalə etməyimiz daha düzgün olacaqdır. Bu səbəbdən private sub filters adında bir private sub düzəldirəm. Hansı ki dostlar, bu gender, yəni ki, belə deyək, bu ümumiyyətlə bu event tamam işə düşdüyü zaman gedib də bu filtersı call etməlidir. Yəni onu çağırmalıdır. Hətta bunun çox yer tutmaması üçün bunu bu şəkildə bir sətirdə yazmağımız düşünürəm ki, daha düzgün olacaqdır bu şəkildə. Hansı ki dostlar, filter gender, yəni dəyişiklik edildiyi zaman fərq etməz. Select all dəyişikliyi və başqa bir dəyişiklik fərq etməz. Bu birbaşa gəlib də filtersı çağıracaqdır. Dostlar, filtersın üzərinə düşən nədir? Filtersın üzərinə düşən isə bundan sonra tək-tək bütün dəyərləri və ya ki, tək-tək bütün bax bu burada olan bütün məlumatları incələyib, onların yoxlamasını edib, həmin bu yoxlamalara, bu deməli dəyərlərə əsasən, yəni seçilib seçilməyən, məsəl üçün genderdən mail seçmişəm, departamentdən finans seçmişəm və s. o dəyərlərə əsasən bu person array'dən lazım olan dəyərləri götürüb onların hər birini gətirib bu listə toplamalıdır.
Dostlar, bu səbəbdən mən burada kiçik bir dəyişiklik eləmək istəyirəm. Hansı ki, bizim burada fill listimiz var. Bu fill listimizin qarşısına bir dənə də belə bir şey əlavə eləyəcəyik. Hansı ki, list employees.clear. Dostlar, çünki bu listin doldurulması burada bizim, yəni user formun daxilində sadəcə və sadəcə fill listə həvalə olunmuş bir anlayışdır. Yəni ki, mən ikinci bir sub prosedur yaratmamalıyam və yaxud ki, yaratsam düzgün olmaz ki, yəni bir işi iki dənə fərqli sub prosedur görsün. Dostlar, bilirsiniz nəyə oxşayır? Yəni bu şirkətə bir işçi almışıq. Misal üçün filan bir iş üçün eyni vaxtda başqa bir işçini də alırıq. Hansı ki, heç ehtiyac olmadığı yerdən alırıq da onu. Tamam, yəni bir iş üçün iki nəfəri götürürük, amma ikinciyə əslində ehtiyac yoxdur. Çünki birincini biz əslində elə götürə bilərik və ya ki, elə bir modifikasiya eləyə bilərik ki, o zaten bütün işləri həm user formu initialize olunmasında da və sonraki proseslərdə də bu listin içərisini doldura bilsin. Dostlar, bu listin, yəni bu fill list sub proseduru diqqətlə baxmaq lazımdır ki, burada baxın person array-in içərisində nə varsa onları gətirib bu listin içərisində toplayır. Yəni ki, bu bizə bir işarədir ki, biz bundan sonra elə bir anlayış düzəltməliyik ki, person array-in içərisində sadəcə və sadəcə bizim istədiyimiz dəyərlər qalsın. Misal üçün, male dəyərləri və yaxud ki, female dəyərləri və s. Bunu etmək üçün ilk öncə dostlar, təbii ki də olan array-in içərisini bir boşaltmaq daha yaxşı bir variantdır. Dostlar, bunun üçün də person array-in içərisi tamamilə boşaldılmalıdır. Bunu mən filtrin içərisində ayrıca bir funksiya yazmaq istəmirəm. Bunun üçün burada ayrıca bir köməkçi bir funksiya təyin edəcəm. Bunun adına qoyaq private sub, deməli clear array. Tamam. Və clear array, yəni arrayləri, yəni bunun içərisində array ötürəcəmsə, həmin arrayi boşaltmaq üçün istifadə olunacaqdır. Və buna A as bir variant kimi bir arqument verərək başqa bir arraydə də istifadə edilməsi üçün, yəni ki, ancaq və ancaq person array üçün çalışmasında lazım olanda başqa arraylər üçün də çalışsın. Deməli, anlayışımız necə olacaqdır? Dim as bir long, necə ki, repository person-da əslində etdiyimiz anlayışın birə-bir eynisidir. Hətta bunu buradan kopyalaya bilərəm dostlar, belə də ki, vaxt getməsin. Bunun üçün gəlib də burada sadəcə edəcəyimiz dəyişiklik nədir? Artıq m-person array deyil, ona ötürdüyümüz bu A dəyişən olacaqdır. Burada eyni qaydada person array-inə A, burada A olacaqdır. Artıq bu clear array dostlar, ona ötürülmüş nə array varsa, onun içərisinin obyektləri boşaldıb özünü də yaddaşdan silmək üçün istifadə olunacaqdır. Elə bunu yerindəcə burada istifadə edirəm. Call filters deyən, yəni daha sonra filters dedikdə bu idarəçi elə birbaşa bəri başdan clear array deyib də bu person array-in özünü bir təmizləsin. Çünki niyə təmizləmək istəyirəm dostlar? Ümumiyyətlə təmizləsin ki, mən çünki bu təmizləməmişdən öncə bunun içərisində ümumi bütün məlumatların hamısı bunun içərisindədir, tamammı? Belə olan təqdirdə mənə ancaq maillər lazım olacağı üçün bu person array-in içərisində ancaq maillər qalmalıdır. Dostlar, yenidən təkrar edirəm. Bunu etməmizdəki səbəb nədir? Çünki biz doldurma əməliyyatı, yəni fill list prosesi person array ilə çalışır. Person array-in də içərisində biz elə dəyərləri saxlamalıyıq ki, ancaq bizə lazım olan dəyərləri görsün və onları toplasın. Yəni, lazımsız dəyərləri toplamasın. Bu səbəbdən ilk öncə həmin o array-in içərisini boşaldırıq. Dostlar, boşaltdıqdan sonra artıq biz onu yenidən elə bil ki, öz istədiyimiz üzrə artıq toparlaya bilərik. Dostlar, indi yenidən toparlamaq dedikdə söhbət nədən gedir? Dostlar, mən bunu, yəni person array-in özünü yenidən person repo deyərək get all deyəcəm ki, yenidən o məlumatları, əgər misal üçün belə bir şey də ola bilər. Dostlar, siz düşünməyin ki, yəni bütün məlumatlar person array içərisində tam şəkildə, yəni 20 məlumat varsa, 20 məlumatın hamısı bu array içərisindədirsə, bu clear array-yə boşaltmağa ehtiyac olmasın. Xeyr dostlar, bu hər zaman belə olmayacaqdır. Biz ikili-üçlü filtrləri tətbiq elədiyimiz zaman, o ikili-üçlü filtrlər tətbiq edilməmişdən öncə o array-in daxilində yəni filtrlənmiş məlumatlar ola bilər. Onları belə təmizləsin, yəni tamamilə boşaltsın və mənə sıfırdan məlumatların hamısını gətirməsi üçün bu şəkildə bir deməli iş görəcəyik. Və dostlar, baxın, bundan sonra bu iki arada artıq end saba qədər biz öz filtrlərimizi tətbiq eləyəcəyik və ən sonda filtrlənmiş məlumatlar, hansı ki person array-in daxilində filtrlənmiş məlumatların hər biri hamısı fill list vasitəsi ilə, yəni ki bu private sub fill list vasitəsi ilə
artıq bu yenidən listin içərisinə doldurulmuş olacaqdır. İndi dostlar, nə edək? Bunun içərisində artıq öz filtrlərimizi yaza bilərik. Məsəl üçün, birinci elə gender deməli filtrından başlaya bilərik. Məsəl üçün, gəlib buraya yenidən bu filtri icra etməsi üçün private sub filter deməli gender yaza bilərəm. Bu şəkildə yazmaq olar. Sadəcə filter gender adında bir box var, qarışmasın deyə bu şəkildə filter gender yazacağam. Və məqsədim nədir? Gəlin baxaq. Dostlar, məqsədimiz odur ki, mənim genderdən seçilən dəyər, yəni ki, mən burada həmin o selection'ı bildirmək üçün gəlib deyəcəm ki, selection as bir string kimi. Və selection özünə, yəni bu selection özünə filter altdan xətt gender value-nu, yəni onun içərisində seçilmiş dəyəri götürəcəm. Tamam, selection value. İndi mən həmin bu selection'ı tamam götürdüm. Həmin bu selection dostlar, bax bu person array içərisində yoxlamalıyam. Yəni ki, dostlar, yoxlamaq da dedikdə söhbət artıq burada nədən gedir? Dim as bir long. Ona biraz bir sətirdə yazaq, çox yer tutmasın. Bu şəkildə for L bound person array to U bound dostlar person array deyək. Next artıq burada person array'in 20-ci dəyərində olan gender məlumatı bizim əgər seçdiyimiz selection'a bərabərdir isə, dostlar, həmin o obyekti götürməlidir. Dostlar, baxın, əsas məsələ buradadır ki, indi biz bu obyekti hara götürürük? Bu məsələ budur. Biz person array'in içərisi zaten doldurulubdur. Doldurulan məlumatı təzədən necə doldura bilərik? Bax, əsas məsələ buradır. Biz indi burada belə bir iş görməliyik ki, bu tam da yəni bizə lazım olan bir prosesdir. O da nədir dostlar? Belə bir məsələ. Biz burada person array'i içərisini tam doldurulmuş bir şəkildə görürük və ya görmürük, fərq etməz. Amma müvəqqəti olaraq hansı məlumatlar bunun içərisinə daxil edilməlidir? Bunu da təyin etmək üçün burada mən bir dənə temp person array adında bir dənə müvəqqəti, yəni zaten adı üstündə müvəqqəti bir şeydir, bir array tanımlayacağam. Bunun adına temp person array, salesperson tipində olan bir array qoyacağam. Hansı ki, mənim istifadəçimin seçdiyi dəyərləri mən person array daxilindən filtrlədiyim zaman, onları oradan təyin etdiyim zaman həmin obyektləri bir ara vasitə olaraq, yəni ki, bir müvəqqəti bir arada, müvəqqəti bir otaqda temp person içərisində toplayacağam. Və redim deyək ki, təbii ki, bunun ölçüsünü qazandırmalıyıq. Preserve deyəcəyik və temp person array deyəcəyik və dostlar, burada konkret biz bilmədiyimiz üçün hansı indeksdə bu tapılacaqdır, o səbəbdən bir dənə də burada köməkçi bir r-long deyəcəm. R-in dəyəri də elə sıfırdan başlayacaq zaten və burada R deyəcəm ki, buna bir ölçü qazandırmış olsun. Tamam. Bunu etdikdən sonra dostlar, temp person array'in R-inci dəyərində olan bu nöqtəyə, yəni bu deməli yerə yeni gələn dəyərimi, hansı dəyərdir bu? Person array'in 20-ci dəyərində olan obyekti bu temp person içərisinə əlavə edirəm. Dostlar, təbii ki, burada R+1 deyək ki, adımını artırsın. Və bu proses bitdikdən sonra bu temp person içərisində artıq bizim tutaq ki, mail seçmişəmsə, mail seçiminə uyğun gələn həmin o array'lər daha doğrusu həmin obyektlər bu array'in içərisində toplanacaqdır. Hansı ki, bu da temp person array'in içərisindədir. Baxın, indi bizim üzərimizə düşən bilirsiniz nədir? Hansı ki, temp person içərisində ancaq və ancaq nələr toplanıbdır? Nə seçmişəmsə, misal üçün mail seçimini etmişəmsə, mail deməli dəyərləri toplanıbdır. Tamam. İndi mən bu mail dəyərlərini bax, bu person array'inin içərisində yer dəyişmə eləyəcəm. Yəni ki, person array'inin içərisində normalda hamısı var. İndi o hamısını silib yerinə ancaq və ancaq seçilən dəyərləri əlavə etməliyəm. Dostlar, bunun üçün də ən sadə üsulla, baxın, burada biz clear array demişik ya. İlk öncə clear array deyib bu person array'i siləcəm. Daha sonra bu person array içərisi boşaldıqdan sonra bu person array'in özünə, bu temp array'imin özünə əlavə edəcəm ki, yer dəyişmə olsun. Yəni ki, bunun içərisində bayaqlar 20 dənə dəyər var idisə, bu temp person əlavə olunanda olacaq misal üçün 10 dənə dəyər. Çünki ancaq maillər olacağı üçün, filtrlənmiş olacağı üçün misal üçün olacaqdır 10-12 dənə. Və dostlar, temp person da artıq mən adı üstündə temp olduğu üçün, yəni temporary olduğu üçün sadəcə məlumatları alıb da person array'ə əlavə etməyim üçün bir vasitə olacağı üçün yenidən gəlib də bunu, baxın, clear array temp person r deyə bilərəm. Ondan sonra bu 2 dənə, 3 dənə prosesi icra etdiyimiz zaman artıq person array'in daxilinə sadəcə və sadəcə mənim seçdiyim məsələlər gəlib oturacaqdır.
və təbii ki də ən sonda fill list olacağı üçün və fill list də gəlib burada dostlar person array ilə işləyir. Person array-in daxilində sadəcə məsəl üçün kişi və ya male artıq nə seçmişəmsə onları görəcəyi üçün sadəcə o məlumatları burada toplamış olacaqdır. Gəlin dostlar, indi bu danışdığımızı bir dənə yoxlamağa çalışaq. Dostlar, burada təbii call filter deyəcəm, filter da gender deyəcəm. Yəni bu funksiyamı çağıracağam ki, görün bu düzgün çalışırmı? Baxaq dostlar, run düyməsinə klikləyirəm. İndi gəldim buradan, baxın dostlar, male seçimini eləyəndə, baxın dostlar, male, female seçimini eləyəndə female deyir və dostlar, select all seçimini eləyəndə isə hamısı gəlməlidir. Dostlar, hələ ki xəta verir, o xəta verməsinin səbəbi də hələ ki elə bir dəyər tapmadığımız üçün, elə bir dəyərin ehtimalını nəzərə almadığımız üçündür. İndi gəlin bunu etməyə çalışaq. Bu da harada eləyəcək dostlar? Bütün yoxlamalarımızı burada eləyəcək. Dostlar, deyəcək ki, filter deməli gender.value əgər select all-dan fərqlidirsə. Dostlar, select all-dan fərqli olanda bu getsin filter genderi çağırsın. Bu zətdə select all tək olmasın. Bu boşluq da ola bilər bəzən. Yəni hər ehtimala qarşı deməli burada elə bir ki boşluq şərtini də nəzərə alaq. Sadəcə burada təbii ki or olmaz, and olmalı. Yəni həm o, həm ondan fərqli olmalıdır. Filter deməli gender.value boşluqdan fərqli olanda. Yəni ki, select all seçimi edilməyəndə dostlar, select all seçimi edilməyəndə getsin filter gender işə düşsün. Zaten sual verə bilərsin ki, select all seçimi ediləndə bəs nə olacaqdır? Dostlar, ediləndə zaten get all dediyi üçün get bütün filter elə ki, fill listi eləyib də bütün listi dolduracaq. Dostlar, yenidən deyirəm, select all seçimi edilməyəndə, yəni hər hansı bir dəyər seçimi edildiyi zaman, male və ya gender seçimi edildiyi zaman gedib filter gender işə düşəcəkdir, tamam? Və işə düşdüyü üçün male-dımı, female-dımı onu seçəcəkdir. Lakin select all seçimi edildiyi zaman bu artıq filter gender subproseduru işə düşməyəcəkdir. Bunun əvəzinə bu birbaşa bunun üzərindən addımlayıb gəlib fill listi birbaşa çağıracaqdır. Tamam? Dostlar, fill list əgər bu hissəyə gəlib çatana qədər, əgər hər hansı bir person array içərisində hər hansı bir o filtrasiyadan keçməyibsə, bizim bu dəyərimiz artıq birbaşa bütün hamısını zaten gətirmiş olacaqdır. Və dostlar, burada artıq run düyməsinə klikləyə bilərəm. Yenidən seçirəm male, female və select all kliklədiyimiz zaman baxın hamısını gətirmiş oldu. Baxın dostlar, bu filtrasiya prosesi idi. Hansı ki, bu şəkildə ən optimal şəkildə idarə edə bilərsiniz. Dostlar, bunun eynisini gəlin departament üçün də icra eləyək. Private sub, filter gender deməyək bunun adına. Bu səfər də deməli department deyəcəyik və burada eyni qayda filter dep deyəcəyik və lazım olan nöqtələrdə düzəlişlərimizi eləyək. Genderin yerinə department yazaq. Burada başqa bir yerdə düzəlişə ehtiyac varmı deyə baxıram. Məncə yoxdur. Və dostlar, fikir versəniz, bu proseslər artıq təkrarlanır. Düşünürəm ki, bunun özünü də kənara çıxarmaq daha yaxşı olacaqdır. Bir dənə köməkçi bir burada funksiya təyin edək, daha doğrusu bir subprosedur təyin edək. Bunun adına olsun, misal üçün update, deməli array ola bilər və bu proseslərin hamısını bura gətirəcək, tamam? Bu şəkildə bunlar burada icra olunsun. Sadəcə buradan adi şəkildə call update array desək kifayət edir bizim üçün. Eyni qaydada buradan da yəni kod o yığınından azad olmuş olacaq bu şəkildə. Və eyni yoxlamaları burada da eləyək dostlar. Hansı ki if filter deməli dep.value deməli select all-dan fərqlidirsə and eyni qaydada digər ehtimalı dəyərləndirək. .value boşluqdan fərqlidirsə call filter deməli department deyəcəm. Gəlin bunu da yoxlayaq, görək. Run düyməsinə klikləyirəm. Misal üçün departamentdə ancaq supportu seçirəm. Aha, işləmədi. Çünki niyə işləmədi? Çünki onun eventini çağırmamışıq o səbəbdən. Yəni bunun eventini də eyni qaydada çağırmağa bir çalışaq. Burada 2 nöqtə call filters deyəcəm. 2 nöqtə intisabı yuxarıya gətirək. Bu şəkildə. Və sonra run düyməsinə klikləyirəm. Artıq department yerinə support yazacağıq. Baxın, hamısını seçdi. Finans deyək və ya bir digər məlumat deyək. Ancaq və ancaq onları deməli filtrləyir və select all deyəndə hamısını götürür. Dostlar, indi gəlin ən önəmli yoxlamanı eləyək. Misal üçün finans seçirəm. Finansın içərisində baxın, həm male var, həm female var, düzdürmü? Mən istəyirəm ki, finans departamentinin içərisindəki, tamam, misal üçün male-ı seçək. Baxın dostlar, male seçəndə ikili filtr tətbiq eləmiş olduq. Hətta bunu geriyə select all deyəndə hamısını götürəcək və yenidən male seçirəm. Bunu select all eləyəndə baxın, ancaq və ancaq nə iş görür dostlar? Gəlir, lazım olan filtrləri yoxlayır. Dostlar, bax bu hissəsinə qədər bir təkrar eləmək istəyirəm ki, burada proseslər necə icra olunur. Hətta əgər burada qarşılıqlı olacaqsa deyim.
Dostlar, hər bir baxın combo box'un o change event'ı gəlir istisnasız filters adındakı bu idarəsi subproseduru çağırır. Bu idarəsi subprosedur hələ filter prosesini icra edib, yəni etməyən, yəni bunu etməmişdən öncə ümumiyyətlə həmin person array'nin içərisini tam şəkildə doldurur. Tamam, bütün ehtimalları çıxmaq şərti ilə. Artıq ondan sonra mən hər bir sətirdə mümkün olan bu filtrlər üzərində dənə-dənə addımlayıb, tamam, həmin onları elə bil ki, yoxlayıram. Məsələn, deyirəm ki, filter genderdə seçim varmı? Varsa, nə yaxşı, yoxdursa üzərindən keçir. Departamentdə seçim varmı? Varsa, hə, yoxdursa üzərindən keçir. Və dostlar, növbətini də yazaq burada artıq. Filter department yazmışam. Bu şəkildə filter position deyə bilərik. Position. Və dostlar, burada departamentin yerinə position yazaq. Burada eyni qayda departamentin yerinə position yazaq və bu şəkildə tamamlansın. Və eyni qaydada burada da düzəliş eləyək. If əgər filter deməli positionda olan value əgər select all-dan fərqlidirsə, həmçinin filter deməli position.value boşluqdan fərqlidirsə, then all filter position'ı çağırsın. Hansı ki filter position'ı çağırsın. Eyni qayda dostlar, burada da həmin o şeydə yazaq, yəni bu event'da yazaq, position yazaq. İnşallah ki, düzgün yazdım, bir dənə baxaq position'a. Bəli, düzgün yazmışıq və filteri çağıracaqdır. Artıq bundan sonra dostlar, yəni yoxlayaq, run deyirəm. Ancaq, misal üçün, office menecerini filtrləyir, HR generalist filtrləyir və s. Tamam dostlar, bu da belə. İndi digər filtr növlərində keçək. Bunlar eyni tipdən combo box'dan olan deməli filtrasiyalar idi. Təbii bizdə burada ancaq combo box deyil, misal üçün text də var, həmçində seçim aralığı da var. Bunları da yoxlayaq. İlk öncə bundan başlayaq, hansı ki full name-dən başlayaq. Yəni ki, mən burada məqsədim nədir? Məsələn, mən gəlib də burada belə bir şey AN falan yazdığım zaman gəlib burada deyib ki, AN karakteri hansı sözlərdə, adlarda varsa, o ancaq və ancaq dinamik olaraq onları saxlamalıdır. Ondan sonra, baxın, bunu etmək məqsədi ilə yenə eyni qaydasında full name-in change event-ından biz istifadə eləyəcəyik. Əlbəttə ki, gəlirəm burada yuxarıya yazıram. Bunu, hətta bura yox, daha doğrusu, bura yazmalıyam. Və burada eyni qaydada bu kod blokunu götürək, burada əlavə eləyək və digərini silək. Filtersi çağırsın. Dostlar, bu filtersi çağıranda təbii əslində mən istəyirəm ki, bu sıralamada birinci yerə dursun. Hətta birinci full name yoxlasın və digərlərinə keçsin. Və bunu burada etdiyi daha doğrusu məsələ nə olacaqdır? Dostlar, bu sadəcə və sadəcə əgər filter nə? Full name.value əgər boşluqdan fərqlidirsə. Çünki burada select all anlayışı yoxdur, ancaq boşluq anlayışı var. Bu zaman gedib nəyi çağıracaqdır? Hər ki yazmamışam, indidən yazıram. Filter deməli full name-i bizim üçün çağırmalıdır. Sonra filter full name-i gətirək aşağıda yazaq. Sonra public deməli sub filter full name deyəcəm. Dostlar, biz bu prosesi icra etmək üçün ilk öncə bunu birbaşa burada yazmayacağım. Sadəcə prosesin nə olduğunu etmək, yəni başa düşmək üçün bunu bir modul daxilində yazıb da başa düşməyə çalışaq. Belə ki, bir dənə debug, yəni immediate Windows-unu da açaq burada. Nəyi göstərmək istəyirəm? Dostlar, əlimizdə 2 dənə textimiz var. Text 1 as bir string və text 2 as bir deməli string kimi. Dostlar, text 1 bərabər olsun, tutaq ki, Sənan, tamam, bu şəkildə Sənan və text 2-miz bərabər olsun Sanan Qambarova. Dostlar, hansı ki, təxmin edirsiniz ki, text 2 bizim üçün adlarımız, full name-lərimiz olacaqdır. Text 1 isə bizim axtarışımız olacaqdır. Dostlar, biz Sənanın həqiqətində bunun içərisində olub-olmadığını necə bilə bilərik? Baxın, dostlar, bunun üçün bizə debug.print, tamam, instr, yəni ki, instring adında bir dənə funksiyamız var. Bu funksiya bizə bunu əslində verəcəkdir. Hansı ki, birinci indeksdən başlasın. String 1 nədir? Dostlar, string 1 bizim üçün text 1 olacaq və string 2 bizim üçün text 2 olacaqdır. Və dostlar, biz bunu run düyməsinə kliklədiyimiz anda bu bizə baxın 0-ı qaytardı. Dostlar, burada başqa bir düzəliş eləyək. Qambarov yazaq, görək düzgün işləyirmi? Və run düyməsinə basanda 0 yazır. Üzr istəyirəm, burada deyəsən səhv yazmışam. Text 2 deyək, burada text 1 deyək. Bu şəkildə. Okey, yenidən run eləyirəm. Dostlar, run düyməsinə basanda, baxın dostlar, bu bizə 7 dəyərini qaytarmış oldu. Dostlar, 7 dəyəri bilsiniz nədir? Baxın, 1, 2, 3, 4, 5, 6 və 7. Hansı ki, bu, yəni Qambarovun, yəni burada yazılmış bu tekstin bu
string daxilində neçənci indeksdən başladığını mənə göstərir. Dostlar, məsəl üçün, mən bura olmayan bir şey, belə deyək, Kamran yazsam bura, tamam, belə bir ad yazsam və bunu mən run deməsi basanda bu mənə 0 qaytaracaqdır. 0 nə deməkdir bilirsiniz dostlar? 0 o deməkdir ki, bu Kamran burada yoxdur. Yəni ki, bu artıq 0-dan, yəni 0 deməkdir ki, yəni artıq yoxdur. Hansı ki, mən burada tərsinə S belə yazsaydım, tamam, run deməsini basan, S dedikdə burada böyük hərflə S yazaq və run deməsini basanda bu bizə ən azından 1 qaytaracaqdır. Dostlar, fikir versəniz, case sensitive işləyir. Yəni ki, balaca S yazanda tapmadı, hansı ki, S hərfi var idi da, belə deyək. Əks təqdirdə böyük yazanı tapır. Bunu da necə idarə etmək olar? Hansı ki, text 1-in üzərinə lcase yazmaq olar. Eyni qaydada burada yazmaq olar lcase. Yəni ki, bunları hamısını kiçik hərflərlə dəyərləndirsin. Artıq burada gəlib təmizə kiçik s yazdığımız zaman və run düyməsini klikləyəndə baxın, həmin o dəyəri tapmış oldu. Yəni dostlar, burada artıq biz belə bir iş görəcəyik. Hansı ki, əgər mənim yazdığım dəyər tamam, inseter, yəni ki, int string içərisində tapılırsa və bunun xüsusilə dəyəri 0-dan böyükdürsə, demək ki, mənim axtardığım dəyər full name-lər içərisində var. Baxın, bu anlayışdan istifadə eləyərək gəlin indi burada yazmağa çalışaq. Birincisi, dim selection yazacağım. Təbii, hər zaman olduğu kimi, as bir string kimi. Və bizim selectionımız, hansı ki, tb deyil bunu deyəsən adı, bir baxım adı nədir? Filter full name-dir ISO. Filter full name yazaq. Filter full name-də olan value-nu götürsün. Dostlar, bunu götürdükdən sonra artıq bunu gəlib də bu person array daxilində artıq axtarmalıdır. Necə axtaracaqdır? For i eyni qaydada elbound. Yəni yuxarıda olduğu kimi əslində dəyişən bir şey yoxdur. Sadəcə bizim şərtimiz dəyişəcək. Hətta onu göstərmək üçün biraz da hətta bunun buradakının hamısını kopyalayacağım bu şəkildə. Hətta dostlar, buradakilərin hamısını kopyalayacağım. Belə baxanda hamısı eynidir. Sadəcə içərisindəki şərtimizi biraz dəyişdirəcəyik. Hamısını kopyaladım bu şəkildə. Filter position'ın yerinə filter deməli full name yazaq. Full name yazacağıq. Hamısı eynidir. Eyni qaydada sadəcə burada full name yazacağıq. Sadəcə burada biz şərtimizi dediyim kimi dəyişdirəcəyik. Şərtimiz nə olacaq dostlar? Gəlin baxaq. Nədir şərtimiz? Inseter, yəni int string birdən başlasın. Lcase deyəcək. Lcase dostlar birinci əsas dəyəri, yəni full name-i axtarmalıdır. Bunun üçün də person array-in 20-ci dəyərinin full name-ini ötürürəm. İkinci arqument olaraq isə artıq mən burada string 2 olaraq öz selection-ımı əlavə edə bilərəm. Təbii ki, selection-da eyni qaydada lcase yazsaq daha yaxşı olar ki, tam yəni ki, o case sensitive olmasından çıxsın, yəni istədiyimiz kimi axtara bilək. Bu şəkildə dostlar, amma bunu yoxlamasının nəticəsində əgər bu 0-dan böyükdürsə, yəni ki, hər hansı bir indeks mənə geriyə qaytarırsa, bu zaman geçsin artıq lazım olan işi görmüş olsun. Dostlar, baxın, full name-dəki əsas tema bu idi. İndi run düyməsinə klikləyə bilərik. İndi baxırıq dostlar, n yazıram. Fikir versiniz dostlar, bərabər zamanlı, fikir verin dostlar, bərabər zamanlı, azı xəta getdi, baxarıq indi ona. Haradasa fikir versiniz, bərabər zamanlı nə iş görür dostlar? Bir, deməli, filtrasiya prosesini deməli, icra etmiş olacaqdır. Dostlar, orada bir xəta getdi. O xətanın da səbəbi nə idi? Bir araşdıraq. Hansı ki, biz fikir versəz, olmayan bir dəyər gəlib çıxanda, yəni burada hər hansı bir dəyəri tapmadığı üçün, yəni hər hansı bir, belə deyək də, fill list edə bilmədiyi üçün, içərisi boş olduğu üçün burada bu xəta baş verir. Yəni ki, hər hansı bir ölçü olmadığı üçün. O səbəbdən gəlin bunu ən belə ilkin variantda və ya iptal variantda bunu biz bu xətanı error, yəni bu xətanı handle eləyək. On errorda go to lv desin. Lv də haradır dostlar? Birbaşa bura gəlsin. Və ki, on errorda meta çıxa da bilər də. Bu da yaxşı üsuldur. Yəni ki, təmiz tərk eləsin, bu hissəni görməsin və bu şəkildə bu xətanın qarşısını ala bilərik deyə düşünürəm. Bir baxaq. Gəlirəm, olmayan bir dəyər yazıram. Baxın, heç bir problemsiz, yəni ki, işləyir. Demək ki, düzgün bir qərar vermiş olduq. Yenidən dostlar, yoxlayıram. Angel yazanda gəlir. Məsələn, başqa nə yazmaq olar? Hətta boşda buraxıram. Boşluqlar, yəni ki, sonuncu sözlərin arxasını tapdı fikir versəz. Coleman, Kian, Rian və s. 2 dənə T yazmışam. 2 dənə T yazaq. Brunette və yaxud ki, Hearst kimi sözləri bərabər zamanlı tapır dostlar. Sabahları 2 dənə sənan varsa, 2 dənə sənan adam yazanda hər ikisini bu şəkildə göstərmiş olacaqdır. Dostlar, mail deyə bilərəm. Eyni vaxtda, baxın, buradan da eyni qaydada deməli, bu işləri, yəni ki, bu filtrasiyanı görmüş olaram. Burada yenə də xəta çıxdı, yenidən baxarıq ona. Dostlar, bu şəkildə. İndi, bundan sonra dostlar, biz
belə deyək, full name-in eyni qaydada etmiş olduq. Ən sonuncu bizim cell-lərimiz qaldı və ən sonunda xətalar üzərində işləyərik. Bu cell-ləri də etməyə çalışaq. Hansı ki, dostlar, cell-lər də əslində bunlara oxşar bir anlayışdır. Sadəcə burada nə iş görəcəyik? Bir baxaq. Dostlar, bunun üçün biz təbii burada filtr, yəni özünü yoxluyurduq. Yəni bu combo boxların və ya ki, bu full name-lərin və s. özünü yoxluyurduq. Lakin burada bunu yoxlamamıza ehtiyac yoxdur. Çünki burada 2 dənədir, hansını yoxlayaq? Bunu birbaşa mən elə yönləndirəcəm. Bu sub prosedur daxilində bu yoxlanılsın. Hansı ki, filter seller deyəcəm. Nə olacaq dostlar? Sadə bir şəkildə əslində yenə eyni qaydada bunları yoxlayacaqdı. Lakin burada yenidən öz şərtimi elə ki dəyişdirəcəm. Şərtimi dəyişdirmək necə olacaq dostlar? Mənim seçdiyim minimum dəyər, yəni ki, SC startdakı value əgər kiçik bərabərdir isə person array-indən ininci indeksində olan salary-dən and ikisinin arasında olmalıdır, between olmalıdır. And i.salary kiçik bərabərdir isə nədən? SC end nöqtə value-dan. Baxın dostlar, bu iki, yəni start ilə end arasındadırsa, mənim salaryim mənə həmin dəyərləri götürmüş olsun. Bu şəkildə dostlar, artıq bunu siz icra edə bilərsiniz. İndi gəlirəm burada sadə bir şəkildə call filter, tamam, filter salary'ni çağıracağım. Artıq dostlar, başqa bir şeyə ehtiyac yoxdur. Çünki yəni dediyim kimi biz burada digərlərində boşluq və ya select all yoxlaması edirdik. Amma burada ona ehtiyac yoxdur. Çünki bu zaten belə deyək də özü bir seçimdir. Artıq seçimi zaten default olaraq var 0 ilə 9000 arasında. Bu şəkildə onu götürəcəkdir. Və dostlar, baxaq. Run düyməsini basıram. Məsələn, biraz artırıram dəyərləri. Məsələn, 8000 eləyək. Aha, burada nəsə işləmədi. Bir baxaq, nəsə bir deyəsən xəta. Çünki niyə dostlar? Yenə bayaq olduğu kimi belə deyək də bunu itirmişik, bunu yazmamışıq. Yenidən bunu yazmağa çalışaq. Gəlirəm start change üzərində, hansı ki bunlar zaten var. Start change edildikdən sonra geçsin bu call filters desin. Yəni eyni qaydada call filters deyəni yazıram. Dostlar, run düyməsindən klikləyək. Baxırıq dostlar, biraz artırdığım zaman, baxın 7200 ilə 9000 arasında seçim eləyəndə bu şəkildə bir aralığı mənə geri qaytardı. Qaytarıram geri 1200-ə. Bunu məsəl üçün biraz azaldıram. 4200-də deyəsən yoxdur. 6400 gətirəndə ancaq 5000 və 6000 arasında olan dəyərləri gətirdi. Bunlar arasında məsəl üçün qadınları seçəndə bu şəkildə görə bilərik. Hətta onun da içərisində məsəl üçün IT development-i filtrləyə bilərik. Müzakirə fikir verirsiniz, eyni vaxtda 3 dənə, yəni biz filtri burada tətbiq etmiş olduq. Dostlar, bu da bu şəkildə bir anlayış idi. Ən sonunda dostlar, biz bu clear filtersi də yəni işə sala bilərik. Clear filters isə nədir dostlar, bilirsiniz? Bax, burada olan bütün dəyərlər var. Bu dəyərlərin hamısını default dəyərlərinə çəkməlidir. Heç nə, gələk bu da həmin bunu da icra etməyə çalışaq. Gəlirəm bunu, götürürəm bu command button kliki. Sadə bir şəkildə dostlar, belə bir iş görəcəm. TB, daha doğrusu filter, daha doğrusu filter full name nöqtə value'su boşluq olsun. Filter deməli altdan xətt gender'ı nöqtə value'su boşluq olsun. Filter altdan xətt departamenti nöqtə value'su boşluq olsun. Filter position nöqtə value'su boşluq olsun. Filter position positiondan sonra deyəsən heç nə yoxdur. Birbaşa salary'nin özgəri, bəli. Burada artıq biz birbaşa salary yasaqları düzgünlər. SG and start value'su 0 olsun. SG end value'su isə dostlar 9000 olsun. 9000 dedikdə əslində 9000 deməyək də burada person repodan gələn dostlar get max salary olsun. Tamam, bu şəkildə ola bilər. Əslində dostlar, bunları icra etdiyimiz zaman bunların hər birinə biz value verəndə sual verirsiniz ki, niyə burada sıfıra çəkirik hamısını? Çünki bunların hər biri artıq eventlarla gücləndirildiyi üçün mən zaten burada bu dəyişikliyi etdiyim zaman full name value 0 yazanda bu gedib avtomatik olaraq bu full name'i çağıracaqdır. Tamam. Yəni bu change əməliyyatını çağıracaq, bu da gəlib üzərinə düşəni eləyəcəkdir. Bu səbəbdən baxın dostlar, run düyməsini klikləyək. Baxaq mail, buradan da support deyək və clear filter deyəndə baxın hamısını gətirmiş oldu və yuxarıların hamısını bu şəkildə təmizləmiş oldu. Hətta salary'ni də yoxlayaq bu şəkildə. Baxın clear filter deyəndə, baxın, hamısının 0 və 9000 arasında default dəyərlərinə çəkmiş olacaqdır. Dostlar, əslində işimiz bundan ibarət idi. Sadəcə sonda istifadəçimizin rahatlığı üçün bəzi xətalar var, onları da aradan qaldıraq. Hansı ki, belə bir xəta baş verirdi, bayaqları fikir verdim. Mail seçirəm, support seçirəm. Misal üçün
olmayan bir şey seçəndə, filtr seçəndə və yaxud da ki, necəsə elədik bayaqlar, xəta baş verdi. İndi o xətanı tapmaq istəyirəm. Bir saniyə, clear filter deyək. Necə bir şey etmişdik. Sonra legal seçirdik. Buradan da position seçirdik. Sonra female seçimini etdiyimiz zaman bəli, bu şəkildə bir xəta baş verirdi. Dostlar, indi fikir verin. Bunun olmasının səbəbi nədir? Mən burada bu seçimlərin hamısını edirəm, düzdür? Etdikdən sonra bu female seçimini etdiyim zaman artıq zaten bu array daxilində bir dənə dəyər qalıbdır, male. Lakin mən female dəyərini seçim etmək istədiyim zaman artıq bu gedir. Baxın, fikir verirsiniz, filter cell-lərdə baş verir bu proses. O mənada ki, çünki artıq array-in daxilində heç bir şey qalmadığı üçün. Locus window açıram, dostlar, baxın. Bütün hər şeyi boşaltdığı üçün və gələk buradan tapaq, haradadır person array-im. Baxın, person array-in içərisində heç bir dəyər qalmadığı üçün bu ev artıq onu tapa bilmir. O səbəbdən əslində burada mən on error go to, yəni eyni qaydada LV dəyərini, yəni bu anlayışını gətirəsi olsam bura, bu prosesi icra etmiş olaraq, əslində bu prosesin yəni üstəsindən gəlmiş ola bilərik. Dostlar, burada email filter cell-lərdə xəta verməsinin səbəblərindən biri odur ki, bu ən axırıncı prosesdir. Ən axırıncı prosesdə heç bir şey qalmadığı üçün olur. Əslində digərlərində də baş verə bilər bu proses. Yəni əslində burada bu on error go to LV anlayışını digərlərini də yazmağınız tövsiyə olunan bir variantdır. Və yenidən yoxlayaq. Baxın, department olaraq seçirəm. Buradan da hər hansı bir dəyəri bir seçməyə çalışaq. Support misal üçün, yox, daha doğrusu legal seçək, hər ikisi olsun. Buradan da supply chain bu şəkildə olsun və male seçimi ola female seçəndə, baxın dostlar, artıq xəta baş vermədən olmadığı üçün hamısını təmizləmiş oldu. Clear filter deyəndə hamısını gətirəcəkdir. Dostlar, bu şəkildə proses, yəni cell-lərdə partlayırdı, necə deyərlər. Həmin o hissədə də xətamızın qarşısını aldıq və bundan sonra artıq bizim prosesimiz, baxın, düzgün bir şəkildə işləmiş olacaqdır. Yəni, o tapılmadığı nöqtədə zaten, baxın, hamısını təmiz listi boşaldır. Əks təqdirdə lazım olan nöqtədə də istədiyimiz cell-ləri və yaxud ki, filtrasiyanı gerçəkləşdirmiş oluruq. Baxın, dostlar, bu da bu şəkildə bir video idi. Hansı ki, ən başdan ən sona qədər həm biraz sizin üçün təkrar oldu, həm deməli, class model anlayışı üzərindən, həm filtr, ümumiyyətlə, user form anlayışları üzərindən, kod blokları üzərindən. Yəni, biz filtrasiyanı gətirib çıxarana qədər əslində müəyyən bir proseslərdən keçirik. Təbii ki də, dostlar, düşünməyin ki, bu proseslər, yəni class modulları olsun və digərləri anlayışlar olsun, bunların hər biri sadəcə və sadəcə filtrasiyanı təmin etmək məqsədi daşımır. Aydın məsələdir ki, bu ümumiyyətlə, yəni filtrasiyada, yəni bu anlayışlar, class modul anlayışlarından başlayaraq, yəni user forma gələnə qədər nə prosesi keçmişiksə, bu filtrasiya anlayışı, bu filtrasiya prosesi də sadəcə həmin o strukturdan, həmin o arxitekturadan istifadə edən bir prosesdir. Yəni ki, sadəcə demək istədiyim ki, düşünməyin ki, o class modulları elə filtrasiya üçün istifadə edirik. Xeyr, təbii ki də. Sadəcə filtrasiya prosesi o arxitekturadan istifadə edən bir proses olduğu üçün və daha optimal, daha performans cəhətdən güclü, yəni bir performans sayıldığı üçün biz burada class moduldan ilk öncə başladıq bu videonu danışmağa və bura qədər hamısını gətirdik, çıxartdıq. Və dostlar, bundan sonra artıq sizin istifadəçiniz öz istədiyi məlumatları bu qəşəng seçib də istədiyi kimi istifadə eləyə bilər. Dostlar, bugünkü videomuz və bugünkü mövzumuz bundan ibarət idi. Gələn videoda görüşənədək özünüzə yaxşı baxın.